İlahə Adil, şəxsi inkişaf üzrə mütəxəssis. Güc strukturu 21-ci əsrə gəldi, biz sans modelə girdi. Matriopatriarxata. Qadın gücü yatsaydı, dünya dağılardı yəni. Yaradanın yaratdığı Rəhman-ı Rəhim var ha. Rəhmanlaşmış Rəhim nədir? Rəhim qadın enerjisidir, Rəhman kişi enerjisidir. Onu da biz unutturdular və dedilər ki, sən dırnaq arası qadın enerjisinə girməlisən. Qadın enerjisində qırmızı pomada, qırmızı dırnaq və 20 santimetrlik kabluqdur. Ən böyük qadın enerjimiz olub nənələrimizdə. Hansı nənəmiz qırmızı pomada çəkmişdi ki? Ha? Biz pul üçün onu deyirik. Deyir, pulu oldu, pis adam oldu. Pul gücdür. Pul mu insanı dəyişir? Bizim yer kürəsində düşməyimizin əsas məqsədindən nəfslərimizi islahdır. Qadın cazibəsi qadının ilahi sistemlə bağlantısıdır. Təslimiyyət hər şeyə olan baş verən hər bir vəziyyətlərə həd demək deyil. Qadın cazibəsi özünü dərk deməkdir. Və ilk öncə anlamaqdır ki, mənim gücüm həmişə məndə olub. Gördülər ki, qadının qəzəbindən qorx. İlahi sistem insanın içində DNK-sında olan böyük bir implantdır. Biz Allahın nəfəsindən yaradılmış. Bu elə-belə söz deyil ha. Bunu hamı unudur. Biz necə? Bunu hamı deyir və dediyi qədər də hamı bunu unudur. Eyni candan yaratdıq sizi, eyni candan da zəvcəsini yaratdıq. Eyni can. Yəni bu axışı öz sevdiyi kişiyə ötürə bilirsə, o kişi dünyanın şahıdır. Mən ailə quranda düşünürdüm ki, heç nə olmaz. Mən onu düzəldərəm. Və növbəti sualımız həmişə orada nə idi ki, sən psixoloq idin, yoxsa sən koç idin ya, sənin müəyyən bir insanlarla işləyəcək alətlərin var idi ki, sən düşünürdün ki, sən onu düzəldəcəksən. Azərbaycan qadın üsyandadır. Mən anam kimi olmaq istəmədim, banka bağlamaq istəmədim. O zaman daha xoşbəxt idimi xanımlar, yoxsa indi? Salam, xoş gördük dəyərli izləyicilərimiz. Artıq anonslarımızdan da bildiniz ki, bizim bugünkü qonağımız çox sevdiyimiz və böyük səbirsizliklə hər proqramımızda demək olar ki, qonaq etmək istədiyimiz bir xanımdır. İlahə Adil, şəxsi inkişaf üzrə mütəxəssis. Xoş gəlmisiniz. Salam Sevinç xanım, xoş gördük sizi də, izləyicilərimizi də. Çox sağ olun. Əminəm ki, bugün çox maraqlı bir mövzumuz olacaq inşallah. Çox təşəkkür edirəm. Xanımlar sizi tez-tez yazıb soruşurlar bizdən ki, İlahə xanımı nə vaxt dəvət eləyəcəksiniz studiyamıza. Çox sağ olun gəldiyiniz üçün. Təşəkkür edirəm. Biz bugün 21-ci əsrdə xoşbəxt qadın modeli o haqqda danışacağıq. Ümumiyyətlə qadınlar bütün dövrlərdə xoşbəxt olmağa çalışıblar və bu xoşbəxtliyə gedən yol heç vaxt asan olmayıb. Mən bilmirəm 21-ci əsrdə artıq qadınlar gəlib o arzu etdikləri əsrlər boyu arzu etdikləri xoşbəxtliyə çatıblar ya yox, amma onu deyə bilərəm ki, hal-hazırda bütün dünyada xoşbəxt qadın güclü qadın olmaq deməkdir sanki. Güclüsənsə, deməli xoşbəxtsən və ya xoşbəxtliyə gedə bilərsən. Bu mənada güclü qadın bir mifdir, yoxsa sizcə reallıqdır, yoxsa bizi səssizcə tükəndirən bir gücdür, belə deyim. Sevinç xanım, əslində çox maraqlı mövzudur və çox qarışıq bir mövzudur. Və bugünkü gündə bu mövzuya hazırlaşanda mən düşündüm ki, bu podkast biraz daha dərin olacaq və bir balaca da köklərə gedəcək. Nəyə görə? Biz kökümüzü unudanda kim olduğumuzu unutmuş oluruq. Və güclü qadın vəziyyətini bu dəqiqə bizə elə aşılayırlar ki, elə bil ki, bu bizdə yoxdur. Və biz buna nail olmalıyıq. Yəni bir hədəf kimi qoyub bizə güclü qadın modeli ki, əsrlər boyu qadın ən güclü varlıq olub. Və biraz matriopatriarxatdan danışacağam bugünkü gündə. Nəyə görə? Çünki məhz orada itib bizim köklərimiz və mən bilirsiniz qadın mövzusunda çox işləyirəm və artıq çox böyük bir kütləvi təlimlərimiz var qadın mövzusunda. Mən özüm illərlə dünyəvi mütəxəssislərdən sırf qadın enerjiləri mövzusunda böyük təlimlər almışam və gəldiyim bir nəticələr var. Qadın dünyanın yaradılışını görürsüz. İlk iyerarxik struktur oldu matriarxat. Qadın qurdu strukturu. Ev, eşik, ocaq, kişi həmişə ovda oldu. Kişinin dolayısıyla strukturdan xəbəri olmadı. Yəni ailədən, evdən, nəsil artırmadan kişinin bundan xəbəri olmadı. Kişi sadəcə bir biomaterial daşıyıcısı oldu. Yəni heç bir halda bu podkastda nə kişiləri alçaldıb qadınları qaldırmaya, qadınları alçaldıb kişiləri qaldırmaq bir alt məqsədimiz yoxdur. Burada biz reallığı göstərmək istəyirik və reallıqdan istəyirik ki, doğru nəticələr çıxarılsın. Matriarxat dövrü uzun müddət davam elədi. 20 min il. Bu az müddət deyil bir tarix üçün.
Daha sonra Tunc dövrü gəldi, daha sonra belə deyək ki, bu heyvandarlıq prosesləri inkişaf eləyəndən sonra və ondan sonra Tunc dövrü gələndən sonra müharibələr başlayandan sonra daha çox ağır əl əməyinə tələbat qaldırandan sonra kişi strukturda gəldi oldu birinci. Görürsüz? Amma ana struktur həmişə qadında olub. Qədim Türk tayfalarında tanrıça qadın var idi. Umayana. Bəli. Kim idi o? Torpaq Umayana ilahəsi. deyəndə, bəli, baxın, ona nə deyirlər? Görün onun xarakteristikasına baxın. Qoruyucu, yəni ümumi qadın standartı qədim Türk tayfalarından biz danışırıq. Yəni eramızdan çox əvvəllərdən danışırıq da. Bugünkü gündə bəzən də eramızdan 100 min ilsə əvvəl. Yəni bu bir o qədər də anlaşılmaz, amma mən deyirəm gör nə qədər bu dərin gedir strukturda. Kimdir Umayana? Qoruyucu, güc, yaradan, baxın, qadına qoyulan adlara baxın, yəni. Qoruyucu ki, indiyə qədər bir qoruyan kişi olub, xeyr. İndi bu barədə hamısını danışacağıq. Qoruyucu, güc, struktur, nəsil artıran, dayaq, qadın güc artıq oradan bizə gəldi. 10 min il cəmi patriarxat davam elədi. 10 min il. Və 10 min il ərzində 19-cu əsrin axırlarına qədər qadın getdikcə əzilərək, bunun başqa adı yoxdur. Keçildi ikinci plana və söz haqqı tamamilə əlindən alındı. Yəni 16-cı, 17-ci əsrə qədər artıq söz haqqları yox idi qadınlar. Görün, bir strukturu quran varlığı, gücü sən heç kimsən deyərək gətirdilər, elədilər heç kim. Və indi də biz 21-ci əsrdə qadın gücündən danışanda elə danışırıq ki, elə ki bu varlığın ümumiyyətlə gücü yoxdur. Doğan da qadındır. Bir kişi göstərində qadın o doğa bilsin. Hansı güc lazımdır uşağı dünyaya gətirmək? Kişi bir bioloji material qoyur qadının ana bətninə. Bir dənə biolojidir, yəni qram hesabı var, eləmi? 9 aya materiya yaradır bu bədən. Mən hansı zəiflikdən danışa bilərəm? Yəni buradan ilk mesajım budur. Qadının zəif olması patriarxatın təbliğatı olub. Qadın heç bir zaman zəif olmayıb. Qadın həmişə güc olub. Dünyanın yaradılışından başlayıb və nə oldu 19-cu əsrin sonları, 18-ci əsrin sonu, 19-cu əsrin daha doğrusu üzrəm əvvəllərində nə baş verdi? Artıq təhsil sistemləri qadın oynamış. Biz buna enerji dilində bilirsiniz nə deyirik? Patriarxat yetəri qədər dünyanı dağıtdı, təzədən matriarxat qalxmalıydı. Amma bu dəfə tək matriarxat da ola bilmir. Biz unuduruq ki, yaradan Allah bizi yaradanda cüt yaratdı. Nədənsə biz hamımız bu cütlüyü dağıtmaq istəyirik. Biz deyirik ki, elə tək olsun da, ya tək bir qadına deyək ki, o güclüdür, ya kişiyə deyək ki, sən Allahın yer kürəsindəki kiçildilmiş modelisən. Yəni biz hər bir vəziyyətdə təbliğatdır. Mən çox bugün təbliğat sözünü deyəcəm. Çünki təbliğatlar bizi bugünkü günə gətirdi, çıxartdı. Özümüzü bəyənməməyimiz, bəli, insanların digər həyatlarına hardasa baxıb kiminsə həyatını kopyalama istəklərimiz, bunlar təbliğatlardır mənim əzim. Bunların daxili ilə heç bir əlaqəsi yoxdur. Bu bilinç insanlara artıq yeridilənə ki, başa düşəndə ki, təbliğatla reallığı ayırmaq nə deməkdir? Qadın da kişi də öz gücünə geri qayıdacaq. Və güc strukturu 21-ci əsrə gəldi, biz hansı modelə girdi? Matriopatriarxata. Qadın gücü oyanır və oyanır yox, yəni o heç yatmamışdı da. Yatsaydı dünya dağılardı. Qadın gücü yatsaydı dünya dağılardı yəni. Sadəcə yenidən iyerarxiyada strukturunu tutmağa başlayır və bu dəfə bərabərlik üzərində. Artıq yeni 5D reallığı falan deyil, yəni enerjilərinin yüksəlməsi falan. Bunun ana kökü bilirsiniz hara gedir? Yaradanın yaratdığı Rəhman-ı-Rəhim var ha. Rəhmanlaşmış rəhim nədir? Rəhim qadın enerjisidir, Rəhman kişi enerjisidir. Yəni rəhimi rəhmanlayan, yəni rəhim qadın enerjisi kişi tərəfindən daima bir abaloçkada olmalıdır. Yəni və bu iki fərdə aid deyil ha. Bu daxili sistemin formalaşması. Çünki bizim hər birimiz həm qadın, həm kişi enerjisindən ibarətik. Onu da bizə unutturdular və dedilər ki, sən dırnaq arası qadın enerjisinə girməlisən. Qadın enerjisində qırmızı pomada, qırmızı dırnaq və 20 santimetrlik kabluqdur ki, ümumiyyətlə onun qadın enerjisinə heç bir əlaqəsi yoxdur. Qadın enerjisi qoruyucu, yaradan, doğan, struktur quran bir şəxsiyyətdir. Bizim ən böyük qadın enerjimiz olub nənələrimizdə. Hansı nənəmiz qırmızı pomada çəkmişdi ki? Ha? Necə 16 uşaq doğurdular, hamı ətrafındaydı, nəsli idarə edirlər. Qadın enerjisi oydu. Qadın enerjisi bugünkü gündə strukturu var, 21-ci əsr var, bəli, inkişaf var, özünə baxım var. Bunu qadın enerjisine
sırf adı budur qadın enerjisini qoymaq deyil də. Bəli, bugünkü gündə 21-ci əsrin məsəl üçün bir xoşbəxt qadın modellərinin biri də əlbəttə ki, artıq heç kim inək sağmır və tövlədə iş görmək məcburiyyətində deyil. Ofis proqramları qabağında əyləşibsə, daha baxımlı olması deməkdir. Görürsüz nə qədər yanlış təbliğatlar içindəyik. Layiq xanım, o zaman qadın bu əsrdə, artıq 21-ci əsrdə öz gücünü yanlış formada mı kəşf etməyə başladı və ya yanlış yerə mi istiqamətləndirməyə başladı? Bəli. Məsəl üçün bizdə ümumi güc anlayışı var da. Biz mərhəmətli insana zəif deyirik, ürəyi yumşaq insana zəif deyirik, qəddar adama, pislik eləyən adama güclü deyirik. Doğrudurmu? Yəni və qadınlara da həmçinin. Bizə elə gəlir ki, güclü qadın o deməkdir ki, ayaq üstə dayanan qadın o güclüdür. Sərt, yəni aqressiv, sözü üzə deyən, kəskin şəkildə olan qadın güclü qadındır. Halbuki bunun gücünlə heç bir əlaqəsi yoxdur. Məncə də. Güc var oluşa hər an yaşanan həyata baş verən hadisələr düzgün cavabdır. Stabillikdir, balansdır, stabilliyi qoruyub saxlamaqdır. Aqressiv güc başqa. Biz indi sizin Seçkam sadaladığınız burada siz natural baza ehtiyaclarına heyvani aqressiya gücüdür bu. Pələngin, şirin. Biz evolyusiyada onlardan yuxarıdayıq. Nəyə görə güc strukturumuzu onlardan götürmüş olur? Yəni insana göz yeniden təbliğat. Təbliğ etdilər, gücü də elə bir vəziyyətə qoydular ki, bir az ürəyində mərhəmət olan insan deyir ki, əgər güc oldusa mən istəmirəm bunu. Baxın, yaradan gücdür. Yaradanın aqressivliyini görürükmü? Təbiət gücdür. Təbiətdən aqressivlik görürükmü? Proses gedir də. Güc sütundur, ruhdur və qadın heç bir zaman o gücü itirməmişdi. Siz məsələ budur. Qadınlar hep düşünür ki, onlar gücü itiriblər. Onların heç bir gücü yoxdur və mən indi dişimlə dırnağımla bir güc sahibi olmalıyam. Yox, avtoritet sahibi olmalıyam. Bu avtoritar sistema giriş var. Patriarxat yenidən balanslanması üçün avtoritar rejim aktivləşməlidir. Amma bu demək deyil ki, mən gücümü itirmişəm. Birinci xanım bunu dərk etməlidir ki, o bugünkü gündə varsa və artıq yaşayırsa və illərdə bir evlad dünyaya gətiribsə, o artıq kainat gücüdür. Çünki evladı dünyaya gətirmək hər bir varlığın gücü deyil, yəni və yaxud da buna planlaşdırılan insan. O ki qaldı gücün əsas ana məfhumuna, gücün aqressiya ilə, sözü üzə deməyi ilə, müəyyən bir qəlb qırmaqlığı ilə sözün əslində biz indi bu enerji dilindən danışırıq. Enerji dilində o yanlış aqressiv güc sayılır, yəni ana güc deyil. Ona görə bəzən insanlar biz buna egodan gələn güclər deyirik. Ego adətən, yəni pozitiv, sağlam da ego var və sağlam olmayan egolar var. Sağlam olmayan egolar qurbanlar və aqressorlardır, yəni. Yəni aqressorların elədiyi, göstərdiyi bir güc fenomeni bizim üçün bu dəqiqə statusdur. Amma heç bir halda onun əsl gücünə əlaqəsi yoxdur. Biz dünya bu dəqiqə Matrix qarışıb da, biz buna belə deyirik. Matrix sistem dəyib bir-birinə və araşdırılma gedir indi ki, hər şey əsl nədir, səhv nədir, düz nədir. Amma biz məsələn kiməsə bunu deməyə çalışanda deyir ki, yox, bax filan kəs çox qabağa gedib. Bilmirəm haralardadır, amma o məhz dediyimiz kimi aqressiv adamdır, sərtdir, yeri gələndə çox intiqam alandır, qisas alandır. Bax gör indi hansı yerlərdədir. Yəni bizim elə bir ki, bəlkə bütün dünyanın özündə bugün güc anlayışı dəyişib ola bilərmi? Sevinçxan, çox gözəl sualdır, amma mən burada bir məqama toxunmaq istəyərəm. Əksər uğurlu insanın arxasında heç bir halda da aqressiv güc durmur. Əksər uğurlu insanların dalında diplomatiya, düzgün hədəf, heç bir zaman geri verməmək və ola bilər onun içində adam biraz aqressivləşib. Yəni biraz daima bir belə deyim də döyüşdə olan bir döyüşçüdən biz həmən gəlib ayağını ayaq üstə qoyub bir etiketə uyğun yemək yeməyin gözləyə bilmərik də. Amma biz onu görürük. Biz onu görürük. Biz orada onun əncə aqressivliyini görürük. Biz siz nəyə görə aqressivliyini görürük? Əslində bizim onun uğura olan və ümumiyyətlə insanların belə deyək, uğurlu insanlara qıcıq nöqtəsidir. Və uğurlu olmamaq üçün mən oradan bir bəhanə götürürəm özümə. Bəhanə də həmişə neqativdir. Fikir verin. Hər bir halda insan yalnız o zaman neqativ nağılları görür ki, onun o vəziyyətlə bağlı bir dirənci var. Biz gücə maska taxmağı öyrəşdik. Nəyə görə? Çünki insanın baza nastroykaları deyirik də, baza qurumlarında, ayarlarında ən qorxduğu məqam gücdür. Əslində biz gücdən qorxuruq. Bəli, bizim ən qorxduğumuz məqam gücdür. Çünki gücə gücüm çatmalıdır. Amma o gücüm çatmayanda o məni hara aparacaq mən bilmirəm. Biz pul üçün onu deyirik. Pul
pulu oldu, pis adam oldu. Pul gücdür. Bilirsiniz. Yəni gücün yer kürəsindəki insan tərəfindən yaratdığı bəyan sistemlərindən biri də puldur. Yəni insanın pul sistemi, onun güc sistemini bizə artıq 50% də olsa göstərir ki, yəni nə qədərdir. Güc puldur, pul da gücdür. Bəli, güc puldur. Yəni gücün pulumu yaradıram. İkinci məsələ odur ki, mən güclü ola bilərəm, amma pulu yaratmamaq istəyə bilərəm. Yəni var elə ustadlar hansı ki, güclüdürlər, amma pulu yaratmaq seçmirlər. Okay, biz o məsələni qoyuruq bir qırağa, o cəmi 3%-dir. Mən qalıram 97%-ə. Pulmu insana dəyişir? Xeyr. Pul insana azadlıq verir. Azadlığın içində insanın əsl xisləti nədirsə üzə çıxır. Mən deyə bilərəm ki, pul pisdir. Yox, pul sadəcə bir detektdir, yəni ölçmə zonasıdır. Görüm 1 milyonda insan özünü necə aparacaq? 10 milyonda, və yaxud da 100 mində. Və ya heç olmayanda və yaxud da heç olmayanda. Bizim yer kürəsinə düşməyimizin əsas məqsədindən nəfslərimizi islahdır. Dərslənməkdir. Yəni yer kürəsi poligondur. Müəyyən bir ezamiyyət vaxtımız var yer kürəsində. 50 il, 60 il, 70 il, kimdəsə 100 il ezamiyyətdə ancaq burada, yəni və burada gəlirik müəyyən bir 24/7 sözün əslində bu enerji dilində də belədir. Yuxuda da, oyaqda da dərslənirik, öyrənirik, güclənirik, belə başa düşün, yəni karmik zonaları təmizləyirik və təzədən çıxıb gedirik. Burada məsələ budur ki, pul da bir alət kimi, güc kimi bir strukturdur və insanın əsl xislətini üzə çıxartmaq üçün verilir. Yəni pulu və yaxud da gücü günahkar görməyək. Əgər bir insana güc verildisə və orada o hələ də o instinktiv heyvani strukturda, yəni kök çakradan bir davranışlar etdisə, o güc strukturunun olması demək deyil. Güc strukturu, biz həmişə gücə nə deyirik? Okeanlara baxın, biz həmişə belə deyirik. Və qadın enerjisi ümumiyyətlə okean enerjisidir. Çox böyük bir izdihamlı bir enerjisidir qadın enerjisi. Sakit axır. Nə boyda daş belə qoysaz, o enerji onu axıb keçəcək, eləmi? Amma hirslənəndə, dalğaların qaldırırsa, şəhərləri belə yuyub apara bilir. Qadın enerjisi bu da, güc də odur yəni. Belə təbiətdən görəcək hər şey. Bəs qadın cazibəsi necə? O gücdür? Bəli. Qadın cazibəsi qadının ilahi sistemlə bağlantısıdır. Cazibədar qadın kimdir? Bir baxmısınız. Siz fikir verirsiniz, cazibədar qadın geyimindən, makiyajından, vəziyyətindən asılı olmayaraq həbisi cazibədardır. Bu onu necə edir? Çünki qadın strukturunu dərk edib. İndi qadın strukturundan danışacaq ki, struktur nədir? Qadın öz strukturunu dərk edib, ilahi sistemlə kontaktını dərk edib, təslimiyyətdədir. Təslimiyyət hər şeyə olan baş verən hər bir vəziyyətlərə həd demək deyil. Təslimiyyət baş verən hadisələri anlamaq deməkdir və anladığım təqdircə artıq siyasi diplomatik addımlarımın atılmasıdır. Xaosa düşməməkdir, üsyanlar içində olmamaqdır ki, bu niyə mənim başıma gəldi? Yox. Bu niyə mənə gəldi və mən bundan nə öyrənməliyəm? Və necə çıxmalıyam? Və mən bundan necə çıxmalıyım? Çünki biz problem deyilən bir anlam yoxdur. Artıq yer kürəsində problem anlayışı yoxa çıxır. Var məsələ, bugün bu məsələ mənə niyə təklif olunur və mən bunu necə həll eləməliyəm? Görürsünüz, problemin həlli. Fikir verirsiniz, problem sözünün üstündən də o ağır sözü götürsək və ona məsələ qoysaq, sadəcə həll olunacaq bir durum olacaq. Qadın cazibəsi özünü dərk deməkdir. Və ilk öncə anlamaqdır ki, mənim gücüm həmişə məndə olub. Mən indi yenə deyirəm, qadınlar səhvən elə başa düşürlər ki, indi təzədən güc dırnaqla, dişlə onlarda olmayan bir struktur özlərinə çəkməlidirlər ki, bu həmişə onlarda var. Məsələn, avtoritar rejimdə, avtoritar sistemdə yenidən özümün avtoritetini qoymaq, bərabərliyə gətirmək, bu gücə heç bir aidiyyatı yoxdur. Bunun gücə heç bir aidiyyatı yoxdur. Avtoritarlıq güc deyil. Bəli, avtoritarlıq gücdür, amma mənim gücüm var. Mən bu gücdən irəli çıxıram. Yəni mənim gücüm yoxdur və mən birinci bu gücü necəsə bərpa eləməliyəm, özümdə sonra avtoritar rejimə çıxmalıyam. Yox. Məndə zaten güc var. Mən həmişə güclü olmuşam. Yaradılışımdan güc mənəm. Çünki doğum qadına verildi və doğmağa güvəni də kişiyə verdilər. Fikir verirsiniz, amma yenə də kişi doğa biləcək o varlığı qorumalı, ona o şəraitlər yaradılmalıdır, amma bu 19-cu əsrə qədər belədir. İndi bütün konsepsiya dəyişəcək. Artıq qadın da, kişi də hər ikisi sərbəst formada yer kürəsində var olmağı bacarmalıdır. Qabaq asılı münasibətlər idi. Matriarxat dövründə kişi qadından asılı idi. Qadın iyerarxik sistemdə böyüdü. Bəli, o vaxt sülh idi, amma inkişaf yox idi. İndi belə də yenə biraz tarixə dönsək görəcəksiniz ki, matriarxat sistemdə bir o qədər inkişaf olmadı. Ona görə biz həmişə deyirik ki, kişi sistemlərini heç vaxt dəyərsizləşdirmək olmaz. 10 min il kişi patriarxat dövründə insan kosmosa uçdu.
Yəni kişinin egosu, strukturu, rəqabət istəyi. Düzdür, bunun neqativ saytları olsa da, yəni neqativ tərəfi olsa da, pozitiv tərəfləri çoxdur yəni. Deyirəm ki, fikir verirsiniz, o rəqabət hissi qadında getdikcə indi son bir əsrdə formalaşır. Amma belə rəqabət hissləri sırf sevgidən çıxsaq qırağa, qadında bir o qədər rəqabət hissi olmayıb yəni. Düzdürmü? Yəni qadın daha çox yaradan, doğan, daha çox belə yenə okean enerjisi olub. Yəni sakitçiksə sakit, əsəbləşirsə böyük bir dalğalarını qaldırıb bütün dünyanı yuya biləcək səviyyədə əsəbləşə bilər bir qadın. Ona görə deyirlər ki, qadının qəzəbindən qorx. Bu elə belə deyim deyil. Çünki qadın içində bir güc var və o qalxanda heç də yaxşı bir vəziyyətləri gətirib çıxartmır. Eyni zamanda indi burada gücə də deyəndə gücün özünün də iki strukturu var. Dağıdıcı gücü var, yaradıcı gücü var yəni. Mən gücümü bilərəkdən niyə onu dağıdım ki, dünya bu dəqiqə dağıdıcılığı üzərindən gedir. Gəlin yaradıcılığa keçək yəni. Yaradıcılığa keçmək üçün də səhvi düzdən ayırmaq lazımdır. Bir özümüzə sual vermək lazım ki, hamı bunu belə deyir. Görəsən bu doğrudan belədir. Bir araşdırım görüm qadın enerjisi həqiqətən nədir? Mən olsun mən hardasa nəsə qulaq asdım. Bəlkə o danışan mütəxəssis özü də aydınlaşdırmayıb özündəki nədir? Yəni danışdıq mövzu bugünkü gündə nədir? Və bugünkü gündə axı info məlumat həddən artıq çoxdur. Fikir versəz Sevinç xanım, hər mövzuda, hər səpkidə məlumatlar var. Mənim hamısı düzdür. Lahə xanım, bayaq bir cümlə işlətdiniz ki, qadın yaradanla öz əlaqəsini kəşf etmək, belə bir ifadə işlətdiniz. Nə mənada? Yəni yaradanla necə öz əlaqəsini kəşf etməlidir və kəşf etdikdə nəyi kəşf edəcək məhz? Sevinç xanım, çox dərin mövzuya gir. Girək, həmin sizdə girək. Bəli. Baxın, çünki gövhər bəlkə də ordadır. Bəlkə də ordadır. Yəni bəlkə də bunu eşitmir. Baxın, ilahi sistem insanın içində DNK-sında olan böyük bir implantdır. Biz Allahın nəfəsindən yaradılmış. Bu elə belə söz deyil ha. Bunu hamı unudur. Biz necə? Bunu hamı deyir və dediyi qədər də hamı bunu unudur. İlahi sistem hər bir ruhun DNK sistemində implantdır. Yəni var. Bizim doğuluşdan olan haqqımız Allahla rabitəni həmən bərpa etməkdir. Biz doğulanda bizim rabitəmiz tam 100%-dir. Böyüdükcə, insan dərsizləşdirdikcə, güc neqativə doğru yönləndikcə, sən heç kimsən dedikcə, qurbanlıq psixologiyasında bir valideynlər içində doğulduqca, mən rabitəmi itirməyə başlayıram. Natural rabitəm yoxa çıxır. Amma o demək deyil ki, mən doğrudan rabitəmi itirmişəm. Yox. Heç vaxt heç kim doğrudan rabitəsini itirmir yəni. Rabitə həmişə var. Ona görə gözəl belə din alətləri var hansı ki, o rabitəni bərpa edə bilərik. Namazı var, zikirlər var. İndi İslamda belədir, xristianlıqda tamamilə başqadır, Tövratda tamamilə başqa bir strukturlar var, amma faktiki bir alətlər var. O qadın ən çox da yaradan, yaradıcı segmenti qadına verdiyinə görə mən həmişə belə bir misal göstərirəm. Yer kürəsində kişidən bir stakan bioloji material götürsək, çox demirəm, 1000 qadın saxlasaq və müvəqqəti kişi sistemini bir digər planetə köçürsək, yer kürəsində həyat davam edərmi? Yox. Edər? Edər. 1000 qadın, bir stakan kişidən götürülmüş bioloji maddə yəni. Süni şəkildə mayalandırılacaq. Bir dənə də həkim lazımdır ona. Çox da adam. Bugünkü gündə bir dənə ekosistemdən həkimlərdən biri saxlasa, eksperimental deyirəm, həmin bu. Fizioloji olaraq mümkündür. Mümkündür. Və yenə də həmin o qadınlar kişi doğacaq və yenə də nəsil artacaq. İndi ikinci sual verirəm sizə. Eyni eksperimenti təkrarlayaq. Bir stakan demirəm. 10 litr segmentində, dəyərində qadın yumurtalar yığaq və 10.000 də demirəm, 20.000 kişi saxlayaq, eksperiment aparaq. Yer kürəsində nəsil artıracaqmı? Xeyr. Xeyr. Çünki heç bir kişi dünyaya uşaq doğacaq qabiliyyətə malik deyil. Həm də kim saxlayacaq onu? Yox, saxlayacaqlar. Çünki indiki kişilər sağ olsun. Yəni həqiqətən də yenidən bir daha vurğuluyorum. Podkastın məqsədi kişiləri belə deyək ki, aşağılamaq, qadınları yüksəltmək falan deyil. Mən sadəcə qıraqdan sizə fiziolojini göstərirəm. Artıq burada biz həmişə belə kvantçılar belə bir sözü var. Nəyisə təsdiqini istəyirsinizsə fizikasına bax. Əgər fiziksel bədəndə hər hansı bir kişinin qabırğası olmasaydı və qadında 9 qabırğa, kişidə 8 qabırğa olsaydı, biz deyə bilərdik ki, qadın qabırğadan doğulub. Eyni candan yaratdıq sizi, eyni candan da zəvcəsini yaratdıq. Eyni can. Yəni dolayısıyla olan model bir model gəlib, daha sonra ikiləşib. Yarımı tapmaq sistemi də budur. Hər ruh özünün yarısını tapır və ondan bütövləşir.
Sözüm canı nədir? Yaradan ya Allah sistemi qadını daha fərqli bir zonada yaradıb. Qadın ay ərzində bir neçə dəfə bədən strukturunu dəyişə bilir. Fikir versən, kişidə stabildir. Zaten kişi enerjisi odur. Kişi enerjisi nədir? Hədəf, stabillik, ovçuluq. Bax, kişi enerjisi ancaq budur. Qadın nədir? Qadının bu dəqiqə imtiyazlarını saysaq və üzərinə qoyulan məsuliyyətləri saysaq, genetikadan danışıram amma bəlkə biz sizinlə 100 bənd yaza bilərik, düzdürmü? Kişiyə əgər yazacaqsa 20 bənd, qadına yazacaq 100 bənd. Artıq mən burada görürəm ki, bu nə qədər belə deyim, qəliz bir sistemdir bir qadın. Yaradanla da onun bağı daha fərqlidir. Hani deyirlər də ki, kişilərdə daha fərqlidir. Yox, qadın sistemi. Çünki qadın ana bətninə düşən uşağı, ikinci dünya. Baxın, hər bir hamilə xanım daxilində ikinci dünyanı daşıyır. Fikir verin, nə? İki dünyalı, iki canlı deyirlər amma gözəl söz. Yəni iki canlı. Və bu təsəvvür ki, bir qadın əgər hamilədirsə, artıq iki qat rabitəsi var. Kişidə bu yoxdur axı, yəni iki qat rabitə sistemi yoxdur. Orada bir rabitə sistemidir. Və fikir verin. Kişi də qadının enerjisindən yaradır. O demək deyil ki, biz indi burada məsuliyyəti yenə də qadının üstünə qoyuruq və sənin yox, qadın verə bilərsə, axışdadısa, yaradanı tanıyırsa, özünü dərk edibsə, gücünü dərk edibsə və bu axışı öz sevdiyi kişiyə ötürə bilirsə, o kişi dünyanın şahıdır. Dünyanın şahı. Və həmişə biz deyirik ki, və bu da hardan gəlir? Sen şahını yenə də onu dedim, çox dərin mövzuda. Bu da hardan gəlir? Bu da gəlir qızın atası ilə olan münasibətindən. Onda o sizin oğlunuzu dünyaların gücü edəcək. Yox, əgərləri atası ilə ziddiyyət olan bir qız ondan zəhləsi gedirsə, nifrət edibsə, ata başlanğıcı onun üçün artıq aqressordursa, müharibəsə, ata evə girdisə, artıq bir həngamə qopacaq və aləm dəyəcək bir-birinə bu strukturda böyümüş bir qızdırsa, o gələcək atasının hirsini öz həyat yoldaşından çıxacaq. Təəssüflər olsun ki, 70% elədi. Ayrı seçkilik etmir. Heç kim yəni öz valideyninə görə günah daşımır, doğrudurmu? Yox, valideyn məsələsi deyil, davranış modelidir. Avtomatik davranış modeli. Avtomatik davranış modeli neyindir? Mən kişidən küsmüşəm. Və kişisindən ata kimdir? Birinci qadının sevgisi kimdir? Onun atası. Bax, birinci qadının sevgisi onun atası. Birinci kişinin sevgisi kimdir? Onun anası. Axı biz o xanım, o qızları da ayıra bilmərik də. Yox, o qızlar fərqinə varsalar, mənim özümdə, yəni bugünkü gündə sistem ata başlanğıcımdan bir o qədər də yaxşı olmayıb. Yəni mənim atam, Allah cəmi ölənlərə rəhmət eləsin, qalanlara can sağlayıb, aqressor olub, standart Azərbaycan kişisi olub və mənim bir müddətdən sonra artıq ayaq üstə durmağımdan 14-15 yaşıma artıq o gördü ki, onun qabağında savadlı, nüfuzlu, güclü bir şəxsiyyət var və o aqressiyasını dayandırdı yəni. Mən bunu başa düşəndə və mən bunu işləyəndə mənim yoldaşımla olan münasibətim tamamilə dəyişdi. Niyə? Mənim davranış modelim deyilən bir vəziyyət var. Yenə deyirəm. O xanımlar ki, bugünkü gündə bunu izləyir, orada sadəcə onlar biz, yəni ayırmırıq ki, sən işə. Naborot elə onlar güclü xanımlar. Çünki onlar artıq kişi, belə deyək, başlanğıcının aqressiyasından üzləşiblər. Amma orada bir dənə əsas nöqtə var. Nə etmək lazımdır? O aqressiyanın üstündə işləmək lazımdır. Əgər bugün mən sualı verirəmsə, mən qəbullama və adətən o necə özünü büruzə verir? Deyim sizə necə büruzə verir özünü? Yoldaşımdan daima narazıyamsa, heç bir halda yoldaşım mənə yetmirsə və yaxud da indi biz o barədə danışacağıq, bilə-bilə gedib özümdən qat-qat aşağı təbəqədən bir oğlanla ailə qurmuşam ki, mən onu düzəldəcəm. Əslində mən kimi düzəldəcəm Sevinç xanım orada? Mən kimi tərbiyə eləyəcəm orada? Çox əksər qızlarımızla biz nə qədər insanlarla, kütlərlə işləyirik, görüşdə. Mən ailə quranda düşünürdüm ki, heç nə olmaz. Mən onu düzəldərəm. Və növbəti sualımız həmişə orada nə idi ki, sən psixoloq idin, yoxsa sən coach idin, ya sənin müəyyən bir insanlarla işləyəcək alətlərin var idi ki, sən düşünürdün ki, sən onu düzəldəcəksən. Əslində sən kimi düzəltmək istəyirdin onun simasında? Atanı? 90% cavab budur. Yəni artıq belə deyək, necə 30 il bundan əvvəl biz desəydik ki, ürək əməliyyatları olacaq və insanlar infarktdan artıq ölməyəcək, görürsünüz necə inkişafdır. Eləcə də artıq yeni dövr, bu 2000-ci illərdən tam aktiv başladı. Bizim bütün strukturun belə deyək 12 yaşa qədər formalaşmasını bizə göstərir. Və deyir ki, əgər hər hansı bir problem varsa, yəni və bugünkü gündə buna davranış modeli deyirik. Mən buna fikir verirsiniz, enerjiya da demirəm buna. Mən bunu psixologiya anlayışından izah edirəm. Davranış modeli, davranışa olan cavab var. Cavabın araşdırılacaq. Tutarım, sən daima bir əsəb gərginlik hissindəsənsə, sənin bədənin gərginliyə öyrəşir və daima kvant alanında o gərginliyi duplikasiya edir. Biz ona dublirıq. Yəni ki, onu daima var olmasını tələb edir. O gərginlik hissi tamamilə bədəndə
necə yüklənirsə elə təmizlənə bilir, yəni. Bu mükəmməl bir zonadır. Bizim insan ümumiyyətlə hələ insan bundan sonra 10 min ildə araşdırılacaq. Elə bir ali yaradılışdır, yəni. Yəni necə yükləyirsə elə də onu götürə bilər. Yəni məqam burada kiminsə ora vəziyyəti deyil, yəni insan fərqinə vara bilsin ki, o hardan irəli gəlir. Ona görə qadının yenə də o suala gəlir, yaradanla kontaktı onun ruhunda var. Bax elə burdan deyirəm. Elə bu gün axşam bu podkastdan sonra gedin uzanın və səmimi qəlbdən deyin: "Ya Rəbbim, mən sənlə, ya Allah, mən sənlə kontaktımı yenidən tələb edirəm." Bax bunun adı budur, tələb edirəm. Bu mənim doğuluşdan haqqında mənə cavab ver və bu nöqtə ilə. Bax bu nöqtə ilə. Bax bu burada qəlb çakrasından, vuruşlarla. Siz bunu çox demirəm, bir ay etsəz, sözünüzü tanımayacaqsınız. Bütün kainat sizə cavab verməyə başlayacaq. Zaten cavab verir ha. Mən şey deyirəm, biz kar da bizi, kör da bizi, biz heç nə cavab. Biz özümüzü qoymuşuq küsmüş uşaq moduna. Hər şey pisdir, hamısı mənə ziddir. O uşaq olur, kaprizli, ruslar gözəl bir sözdür. Yəni ki, tərbiyəsiz uşaq moduna, hansı ki, hər şey pisdir, heç kim mənə heç nə eləmək istəmir. Bu dünyanın nə günəşini görmək istəmir, nə havasını görmək istəmir. Həmişə belə bir söz deyirəm. Hamı günahkardır. 9 il, 11 il oxuyuram ki, universitetə girim, 11 ili bir özümə cəhənnəm eləyirəm. Daha sonra universiteti bir cəhənnəm eləyirəm özümə. Universiteti qutaram ki, iş həyatına başlayım. 9-dan 6 iş sistemin arzulamışam universitetdə oxuyanda ki, kaş ki bir işim olar. İşə gedirəm, işi də özümə cəhənnəm eləyirəm. Ər deyib gəzirəm, ailə istəyirəm, ailəni qurub onu da özümə cəhənnəmə çevirirəm. Biz hardayıq? Biz hardayıq? Bu sualı öz insan özünə verir. Sən ömür boyu arzuladığın vəziyyəti gəlib çatırsan, onu özünə cəhənnəm edirsən, əzizim mənim. Suya 10 gün dalbadal zəhərdir desək, 10-cu gün içsək, çıxmasın kobranın zəhərindən ağır bir zəhərə çevirəcək. Həmişə şikayətçi bilincində olmaqdır bu. Bəli. Qurban bilincində olmaqdır. Şikayətçi bilincində olmaqdır. Balaca uşaq modunda olmaqdır. Sonra biz deyir ki, niyə uğur mənə gəlmir? Niyə mənə karyera gəlmir? Niyə mənə böyük pul gəlmir? Uşağa böyük pul verirlər? Verilməz. Yetkinləşmək lazımdır. Böyümədə nədən başlayacaq? Nədən başlayacaq? Sözün əsl mənasında bu bir belə çox adam artıq, çox mütəxəssislər bunu deyir, amma mən hamı ilə bir razıyam. Böyümə, səhər mən durmuşamsa artıq buna şükürlər olsun sözündən başlayacaq. Şükürlə başlayacaq. Bəli. Şükür nə deməkdir? Şükür enerji dilində bilsiniz nə deməkdir? Mən baş verən pozitivi fiksasiya eləyirəm. Bax bunun elmi tərcüməsi budur yəni. Yəni şikayət etməyəcəm, şükür edəcəm. Şükür, fiksasiya. Bax bugün bu gözəldir. Mən fiksasiya verim. Yəni mən bunu təsdiqlədim ki, möhürlədim ki, bu əla var, bu da yaxşı var, bu da yaxşı var, bu da pis, iptal, yaxşı var. Bu bir illüziya deyil, bu özünüzü yenidən tərbiyədir. Necə bizi tərbiyə elədilər ancaq ağlamağa, şikayət etməyə? İnsanın vəzifəsi var, evi var, insan şikayət edir. Uşağa yemək vermirlər. Hətta bizim bir məsələmiz də var. Möhtəşəmsiz. Ağlamaq başqa, səhərdən axşamacan. Ağlamaq başqa. Səhərdən axşamacan yox, belə tərbiyəsiz uşaq kimi ayağını yerə çırpıb manipulyasiya eləmək başqa. Gəlin buna bax, bu manipulyasiyadır. Hər şey pisdir və insana deyirsən. Bax çox sadə bir sual verirsən, izləyicilərimiz də bəlkə qatqı. Bugünkü gündə mənə həqiqətən şikayət edəcək məqamıdır. Məqamı yoxdur. Ərimlə problemimdir. Biraz dərinə gedir, gör ki, ərinlə problemimdir. Harda sözü yaradıb zamanında və yaxud ərin özü yaradıb. Və yaxud seçəndə artıq görürdü ki, bu adam problemli adamdır. Yenə də bundan ailə qurub. Və məni ailə qurmağa vadar etdilər. Əzim, heç kim avtomatla ailəyə zaksa salmır. Yəni bunu bir başa düşək də, yəni simvol da 21-ci əsrin ortasında. Vallahi heç kim başına avtomatı dayamayıb. Seçim həmişə insanın özündə olub. Ya mən seçmişəm, ya mən seçməmişəm. İkinci məsələdir ki, mən kimisə seçimlərinə uyğun olaraq manipulyasiya olunmuşam və ona yox deyə bilməmişəm. Yenə də özümə geri dönürəm. Niyə mən bu qədər manipulyasiya eləyə bilirlər? Biraz məsuliyyəti öz üzərimizə götürək. Biz o qədər bizə öyrəşdirilər ki, məsuliyyəti atmaq. Ən çox da Azərbaycan belə reallığında Azərbaycanda uşaqlar çox gec böyür. Hətta biz Azərbaycanı travmatik zonanı götürəndə 17 yaşa qədər götürürük. Nəyə görə? Valideynlərlə separasiya gec olur. Hardan hara gəlir? Bəli. O da başqa bir mövzudur. Layihə xanım, bu gün məsəl üçün bax bu 21-ci əsrin, hətta keçən əsrdən deyərdim, əvvəlindən başlayaraq qadın emansipasiyası başladı da, daha çox qabarmağa başladı. Bu günə qədər müəyyən bir ideal qadın obrazı, ideal ana obrazı var. O obrazı biz tanıdıq sosial mediadan daha çox. Əvvəl jurnallardan tanıyırdıq. Bizim üçün onlar əl çatmaz, ün yetməz sayılırdılar. Amma indi bugün biz onu sosial mediadan tanıyırıq da. 4 uşaq anasıdır, 3 uşaq anasıdır, gözəldir, arıqdır, cazibədardır, bilmirəm, uğurlu ailəsi var, yaxşı həyat yoldaşı var.
yaxşı karyerası var və biz baxıb deyirik ki, bu necə ideal qadındır. Mən də ona bənzəmək istəyirəm, mən də onun kimi olmaq istəyirəm. Yəni bu doğrudan da ideal ana, ideal qadın obrazı var, yoxsa bu da bir mifdir, Sevinç xanım, görüntüdür? əgər biz baxsaq 100 il bundan əvvəl ideal qadın formatı necə idi? Ümumiyyətlə arıq qadınlar distrofiklar sayılırdı və onlar statuslu qadınlar siyahısına daxil Ümumiyyətlə, deyildi. keçən 60-cı, 70-ci illərdə də belə idi. Mən hətta indi mən biraz da çox getdim Analarımızın yəni. dövründə elə idi. Analarımızın dövründədir yəni. Bilirsiniz, ideallıq daima dəyişir. Bəlkə də 100 il sonra da ideallıq alnının ortasında burnunun çıxması olacaq. Ola bilər. Yəni inanın mənə. Baxın da 90-cı illərin xanımlarına baxaq və indiki xanımlara baxaq, yəni necə də hər şey Düzdür, birbirine oxşayır da, yəni. Gəlin birinci bunu anlayaq ki, ideallıq mənim özümün həyata olan baxış bucağımdır. İdeal anlamı perfeksionizmə gəlib çıxır, Bəli. ağır xəstəlikdir. Doğrudur. Mən 24/7 daima hər bir vəziyyətdə ideal olmaq Məcburiyyətində istəyirəm məsələsi başqadır. Bunun altında özünün travması var. Niyə? Niyə mən rahat həyatımı yaşamaq istəmirəm? Bax, hər şey çatmaq Çatmaq istəyirəm. Baxın, kim üçünsə ideal barok stildir. Ağır freskalar, qızılı ornamentlər, eləmi? Kim üçün də ideal minimalizmdir. Doğrudur. Düzdürmü yəni? Sadəlik. Mən necə indi minimalizmi seçən insana deyə bilərəm ki, sən idealda səhvsən, barok stildə ideal. Və yaxud da barokunu sevən insan mən necə deyə bilərəm ki, minimalizmdə ürəyə partlayır orada. Sən niyə bunu seçmirsən? İdeal nədir ümumiyyətlə? Mənim üçün ideal xrustal stəkandır. Kim üçünsə İndi hər ideal şey çatdıran vəziyyət. qadın, Bəli. ideal qadındır İndi bizim gəlib buna cəmiyyətimizin baxaq. gözündə. Aha. Zaten qadın həmişə hər şeyi çatdırmağı bacarıb. Bacarıb. Yəni indiki qadının yükü əvvəlkindən qat-qat aşağıdadır. Elə düşünürsüz. Mütləq. Bəlkə məişətdə işi azalıb, amma cəmiyyətdə işi çoxalıb. Cəmiyyətdə kim bu dəqiqə daş daşıyır? Yox, daş daşımaq mənasında demirəm. Məsələn, qadın əvvəl oxumurdu, təhsil almırdı, Aha. 100 il qabağa müqayisə etsək, çalışmırdı. Aha. Çalışırdı, yəni nə mənada? Müəllimə işləmirdi, mühəndis işləmirdi, həkim işləmirdi də. Bəli. Daha çox məişət işləri ilə Aha. məşğul idi, uşağın tərbiyəsi ilə Aha. məşğul idi də ən yaxşı halda. Amma indi bu gün qadın nə edir? Qadın həm oxumalıdır, həm yaxşı təhsil almalıdır, işləməlidir, vəzifədə qabağa getməlidir. Çünki vəzifəmiz yüksək olanda biz daha çox hörmət görürük. Yenə də Doğrudur mu? şərtlərə giririk. Baxın. Şərtlərə giririk. Bəli, Yenə biz şərtlərə şərtlərin içindəyik və biz Əla. o şərtlərə, o ideal perfect woman, perfect qadın olmaq üçün biz daima işləməli və çalışmalıyıq. Gecə gündüz. İstəyirik ki, uşağımız da hər tərəfli olsun. Uşağımızı hər kursa aparaq, idmana da aparaq, yaxşı məktəbdə oxudaq, yaxşı bağçada oxudaq. Övladımız repetitor yanına getsin, yaxşı universitetə daxil olsun, yox. Həyat yoldaşımız bizdən razı olsun, qohumlarımız bizi tərifləsin, yaxşı evdar qadın olaq, yaxşı yeməklər də bişirək, evimiz də təmiz səliqəli olsun. Yəni doğrudan da qadının o qədər üstündə yük var ki bu gün. Yəni mən hərdən baxıram elə bir düşünürəm ki, bu yükü qadın hara kimi daşıya biləcək? Və nə vaxt qoyacaq yükü və bir karikatura da var. Bir qadın gedir səhrada. Onun üstündə çoxlu belə balaca yeşiklər var, qutular var. Yəni qadın getdikcə qoyur. Bir gün bu qutunu qoyur, sabah o qutunu qoyur, sonra o qutunu və bu qutuların biri də hər gün gündəlik işləri ilə bağlıdır, vəzifələri, öhdəliklərlə bağlıdır. Məsələn, Avropada qadınlar artıq müəyyən yükü qoydular. Məsələn, artıq yemək bişirməməyi qoydular. Prioritetlərdir bunlar. Bəli. Child free olmağa başladılar. Uşağı anlayışını qoydular və ya təxirə saldılar. Çox gecə təxirə saldılar. Məsəl üçün tez ana olmadılar. Müəyyən öhdəlikləri yerinə yetirəndən sonra ana oldular ki, analıq dövrü onun üçün rahat olsun bundan sonra. Yəni 2 əlim bir əlində 5 qarpız daşımayım, həm uşağı böyüdüm, həm karyera dalınca qaçım, həm oxumaq dalınca qaçım. Nəysə, bugün Azərbaycan qadını hələ ki bu yükün altında əzilir. Bax, istəyirəm bu haqqda. Bəlkə yükün altında əzilmək istəyir yenə də. Baxın. Özümüz istəyirik, yəni biz belə olmuş. Amma bir gün qoyacağıq o İndi baxın, yerə. baxın. O qadın ki, heç nəyə çatdırmır. Mən sizə təcrübədən deyirəm amma. Mənim 8000 saatdan çox terapiya saatım var. 8000 saat. Və 14000 saatdan çox da təlim saatım var. Mən hər şey çatdıran qadının həyatında hər şey çatdırdığını gördüm. Heç nə çatdırmayan qadının həyatında isə elə uşaqlığından heç nəyə çatdırmadığını gördüm. Və bu kitablarda deyilsə, bir dəfə təcrübədə sən bunu görürsən. Heç nəyə çatdırmayan xanımı götürsək, evdə saxlasaq, işləməsə, siz gəlib görəcəksiniz ki, yenə də heç nəyə çatdırmır. Disiplin deyilən bir anlam var.
Yəni bizim analarımız çatdırırdı belə deyək. Analar çatdırır. Biz indi onlara fədakar qadın desək Bəli. belə, qurban desək belə, onlar qat-qat bizdən xoşbəxt idilər. Çünki onlar bunu mən çatdıracağam. Biz ondan ona tragediya eləmirdilər. İndi mən bax bunu açmaq istəyirəm. Birincisi, qadın bu dəqiqə vəziyyətlər çox tragediya eləyir. Mən də işləyən qadınam, 16 yaşından işləyirəm, bu mənim ikinci karyeramda. Və çox güclü karyeralar qurmuşam. Birincidə də indi də yəni. Mənim evladım da var, mənim ailəm də var, mənim müəyyən bir qadın kimi məsuliyyətlərim də var. İndi baxın Sevinç xanım, mən bugünkü gündə bundan tragediya eləyəndə ki, vay, öldüm, itdim, batdım, heç nə edə bilmirəm. Bu gəlir olur tragediya anlayışı. Elə? Düzdürmü yəni? Bəli. Tragediya gəlir. Amma mən başa düşəndə ki, bax bu məsələ budur. Gəlin birinci baş, indi Azərbaycan qadını üsyandadır. Bax buranı indi araşdırmaq istəyirəm. Üsyandadır. Üsyan nə oldu? Mən anam kimi olmaq istəmədim, banka bağlamaq istəmədim. Düzdür? Çünki mən gördüm ki, mənim anam səhər saat 6-dan, mən ona elə belə deməmişik ki, bizdə daha azdır. Səhər saat 6-dan durur, əllə pastel yuyur, kraxmallayır, ütülüyür. Ki indi artıq bu dəqiqə bunu heç kim etmir. Doğrudur. Uşağına 3 növ yemək bişirir, şirniyyatı da mütləq şəkildə bişirir. Gedir müəllimliyin də eləyir, həkimliyin də eləyir. 9-da işə gedir. 9-da işə də gedir, gəlir də. Nədənsə onlar sağlam idilər. Mən o modeli təbliğatda deyiləm. İnanın ki, 50 yaşında çoxsu qadınların elə xroniki xəstəlikləri çıxırdı ki, ortaya. İndi 30 yaşında xroniki xəstəliklər çıxırdı. Düzdürmü Sevinç xanım? Amma indi tibb biraz başqa cür inkişaf edir. Amma o yəni baxın, indi bir dənə söz. O zaman daha xoşbəxt idimi xanımlar? Yoxsa indi? İndi qadın azadlığa çıxır, amma hələ də faciə ssenarilərində var. Ona görə o çıxdığı azadlığı duya bilmir. Yəni xanımlar bizə yazsınlar. Məsələn, yaşlı xanımlar yazın bizə zəhmət olmasın. Yaşlı xanımlarla mən çox işləyirəm. Yəni xoşbəxt idinizmi o illərdə, o uşaqlarınız balaca olanda, o işləri görəndə? Baxın, xoşbəxtçilik çox fərqli anlamdır ha. Bugünkü gündə Azərbaycan indiki müasir qadın, mən özüm də yəni ki 40 yaşım var, yəni ki belə deyək ki, belə bir yox, biz analarımızdan söhbət gedir. Nə deyirəm? Mənim valideynim o yeməyi bişirəndə ona bir sevgi ilə yanaşması var idi mütləq. Amma indi xanımlar onu, mən yorulmuşam, işdən gəlmişəm, etməyə də deyirəm. Ona görə deyirəm, indiki xanımlar biz üsyan modelində. Bunu sakitləşdirsək, vəziyyət düzələcək. Ona görə bunu araşdırmaq istəyirəm. İndi qadının iş yükü real olaraq azalıb. Qadının ikinci iş yükü nə idi? Məişət. Məişətdə artıq hər şey var. Qabiyan var, tostoran var, evi süpürən var, hər şey var. Hətta multivarkalar var. Və bugünkü gündə son 5 ildir çox rahatçılıqla sifariş də var. Düzdürmü? Mənim artıq iş yüküm varmı evdə? Anama baxanda 20%. Onlara baxanda az, bəli. Onlar necə dayanıqlı? Biz dayanıqlı xanımların evlatları olmuşuq. Yəni okey, yenə də biz onları fədakar qurban desək də belə. Bəli, artıq dedik də, o vəziyyəti qırdıq da. 80-90 uşaqları, 80-90'lar, biz keçid dövrləri, biz onu qırdıq. Biz qoymadıq bizdən sonra gələn uşaqlara o ötürülsün. Səhər saat 6-da durub paltar ütüləmək, artıq biz onu qırdıq. Biz özümüzə götürdük o udarı, belə deyək də, o gücü özümüzə və biz bunu elədik. Dalaşa, savaşa cəmiyyət tərəfindən hadisə qəbul olunmuyor. Mən xarici oxumağa gedəndə o dövrdə Azərbaycanda mənim anam gil həm deyir, biz nəslimizin üzrə necə baxacaqsan xarici oxumağa gəlsən. Amma biz bunu götürdük üstümüzə. Mən orduda xidmət etmişəm. Orduda xidmətə gedəndə mənim valideynlərim az qala məndən imtina eləyərdilər ki, sən orduya xidmətə gedirsən, sən paqon olacaqsan o vaxt heç kim. İndi paqon struktur xanım üçün zövqü. 20 il bundan qabaq biz o struktura girəndə ki, ilk professional struktura oturanda hamı bizə deyirdi ki, siz neyinirsiniz ümumiyyətlə? Həkim olan xanımlar, müəllim olan xanımlar. O dövrdə nələrdən keçdik biz? Yəni bugünkü gündə bu standarta girmək üçün. Yəni indiki dövrdə uşaqlarımız üçün daha rahatdır. Gəlin araşdıraq. Valideynimizə nisbətən yükümüz artıq 30-20%-dir məişətdə. Evlatlarda da şükürlər olsun, əvvəlki bağça sistemləri ilə indiki bağça sistemləri həqiqətən fərqlidir. İndi dayanıqlı bir bağça sistemləri də var. Siz onu daha tez verə bilərsiniz. Biraz vəziyyəti faciəyə çevirməyək. Bax, mənim burada əsas mesajım budur. Yenə deyirəm, mən bu dəqiqə sizlə bərabər şəxsi də gedə bilərəm burada və indiki qadının iş yükünü qaldırıb dağlar üstünə qoya bilərəm və bundan sonra ümumiyyətlə izləyicilər o yükün altından tamamilə çıxa bilməz. Amma mən biraz onların fərqindəyim. Bizim elə işimiz odur. Biz həmişə tərkiblərlə işləyirik. Yəni fərqindəlik açmaq ki, əzizim, sən mamanın elədiyini eləmirsən. Banka bağlamırsan, kompot bağlamırsan. Düzdür, iş yükün var, okey, səhər saat 9-dan 6-ya qədər. İş yükünün də biz həmişə belə bir təklif veririk də, menecmenti öyrətmək lazımdır insanlara. Yəni idarə etməni. Düşünürəm ki, hətta idarə etmə 11-ci sinifə artıq
Başqa bir olmalıdır. mövzumuz olar Bəli, İradə olmalıdır. xanım. Çünki insan öz time management var orada, saatın idare olması, həyatın idare olması. Bunlar hamısı öyrədilməlidir. Bu skills deyirlər. Baxın, Yəni o zaman qadınlarımız hər şeyi çatdırırdı. İndiki qadınlarımız çatdırmır. Çünki indiki qadınlar faciədədirlər. Niyə? Nəyə görə deyim? Getdikcə biraz da yüklərini azaltmaq istəyir. Belə deyim də sizə. Yoluxdurulmuş bir faktordur. Bir dənə Azərbaycan qadını göstərin mənə desin ki, bu dəqiqə mən xoşbəxtəm. Yəni ki, Azərbaycanda xoşbəxt olmaq sözünü demək üzrə söymək deməkdir. Niyə xoşbəxt deyirlər onda? Nəyə görə? Qurbanlıq bilinci o qədər basıb ki, hamını, sözün əsl mənasında, xoşbəxt olmağın zərrə distimetrini belə özlərinə buraxmırlar. Niyə? Yəni necə basıblar özlərini? Baxın, möhtəşəm, baxın. Sevinç xanım, neçə dənə qadının yanında siz bugünkü gündə deyə bilərsiniz ki, mən xoşbəxtəm? Rahat deyə bilərsiniz. Bəlkə siz deyə bilərsiniz, çünki siz daha sosial bir insansınız. Mən deyə bilərəm. Çünki sosial insansınız deyil ki. Normalda 5-6 qadın oturarsın mərkəzdə. Neçəsi rahatçılıqla deyə bilər ki, mən xoşbəxtəm və o qorxmaz ki, onu gözləyəcək. Kütləvi bilinç deyilən bir şey var. Yəni biz göz dəymədən qorxduğumuz üçün göz qaytarırıq. Baxın mən sizə deyim. Orada göz qaytarmaq da var. Orada kütləvi bilincin təzyiqi də var. Necə oldu bu qədər xoşbəxt? Necə oldu bu çatdırır? Azərbaycanda bugünkü gündə mən hər şeyi çatdıram deyən hamısı sizə belə qəribə baxır. Necə sən hamısı çatdırırsan? Yox, sən qurbanlıq bilincində olmalısan, faciə struktura çevirməlisən hər şeyi ki. Mən ölürəm, itirəm, batıram, ay cəmaət, gəl məni xilas elə. Başını sən özün istəmirsən. Bax bu yolu özün özünə çizmisən. Sən demirsən ki, mən 9-dan 6-ya qədər işləmək istəyirəm. Eləmi? Bu strukturu yürütmək istəyirəm və bunun üçün də sənə paltar yanında verdilər, hər şey. Seçim et, prioritet qoy. Budur. Bu anla olub, birinci dərk etmirəm ki, yaratdığım öz istəyimdir. Və insana da normal ayaqda qalmaq üçün cəmi 6 saat yatmaq lazımdır. Bunu da dərk edin. Bilirsiniz nədir? Bu yenə gələcəm sosiala, müəyyən bir filmlər, müəyyən bir kütləvi bilinclər, müəyyən bir təbliğatlar çox yanlış bir yerə aparır xanımlar. Gəlir real olaraq case götürək, 3 ay çox demirəm. Normal işləyən qadınlar, mən deyirəm bizdə iş yükü daha çoxdur. Yəni bizim iş yükümüz deyil də ortalama bir iş yükü götürək. Tutarım ki, ortalama bir iş yükü olan, mən ağır cərrahi segmentdə olan həkimlərdən danışmıram. Çox qəribədir ki, onlar şikayət eləmir. Günə 4 saat yatan həkim, ginekoloqlar şikayət eləmir ki, məndə hər şey pisdir. Onlar işinə o qədər ehtirasla yanaşır ki, insanın 4 saatı var, onu görsən, onu da yata bilmir. O qədər pasiyentlər onları narahat edir, o qədər pasiyentlər onlar o qədər işini sevir ki, ünsiyyətdə olurlar, bəli. Ya da belə düşmür. İnanın mənə, təkbətək söhbətdə heç şikayət etmirlər. Nabur həmişə deyirlər ki, daha çox əgərlərim mənim fiziki potensialım olsaydı, mən daha çox verərdim. Şikayət edənlər ən çox. Həqiqətən də şükür olmayan. Elə onu deyəcəydim. Demək ki, şikayət edən insanlar bekar insanlardır. Sözün əsl mənasında. Bir də şikayəti öyrəşən. Mən elə belə bayaq demədim. Şikayəti öyrəşmək. Sevinç xanım, bu sözü unutmasın. İnsan nəyi danışmağa öyrəşirsə və aylarla, illərlə atasından, anasından eşitsə, onu verəcək. Amma yemək bişirməkdə, Sevinç xanım, ortalama yemək bişirməyə neçə dəqiqə vaxt lazımdır? Yəni baxır neçə cür yemək bişirirsən, yəqin ki, standart 40 dəqiqə. 40 dəqiqədə mən yəni hazırlıq prosesində 40 dəqiqə, saat yarım. Həftənin 5 günü, yəni gündəlikdə 2 saatlıq deyə bilərik. Əgər belə deyək ki, bunun hazırlıqları görülübsə, ondan da azdır, düzdürmü? Yəni ki, artıq hazırlıqlı bir vəziyyətlər görübsə, prioritetlər qoyulacaq. İnsan prioritetinə baxacaq. Doğrudur. Əgərlər karyerist insandır, bəli, karyerist insandırsa və eyni zamanda biz elə bu məqsəd də odur. Xoşbəxt bir qadın moduna çevirmək istəyəcəksə, birinci şikayəti buraxacaq. Daha sonra bir cədvəl qoyacaq qabağına, iş bölgəsinə girəcək və bu iş bölgüsündə yalandan bütün yükü mən üstümə götürürəm deyil də, mənim əziz həyat yoldaşım, sənin də burada cavabdehliklərin var ki, inanın kişilər götürürlər. İlahi xanım, mən bir yerdə oxumuşdum, bilmirəm qonaqlarımdan kimdənsə eşitmişdim. Məsələn, daimi şikayətçi olmaq, qeybət etmək, intriqalardan bəslənmək ona güc verir. Bir də nəsə burada bir misal gətirim. Əksərən rəfiqələrlə görüşməyə gedəndə rəfiqələrlə nədən danışılır? Yəqin adama da bağlıdır. Oradan, buradan, işdən. Oradan, buradan adı nə olur? Qeybət olur da deyə. Və yaxud da dərdimi bölüşmək. Dərdimə bölüşmək. Mən çox az rəfiqələr görmüşəm ki, oturarlar, söhbət elə bir planlama eləyərlər, gələcək. İndi şükürlər var yüksək dəyərlərdən danışarlar. Yüksək dəyərlərdən danışar. Və yaxud da biri-birinə deyər ki, niyə şikayət eləyirsən? Şükür elə də hər şeyin var. Okey də çatdırmırsan, gəl bir plan quraq. Görək nəyi prioritet olaraq həyatından çıxarda bilərik, nəyi prioritet olaraq həyatına sala bilərik.
Bax bu sualı heç kim vermir. Məsələ bilirsiniz nə? Biz kütləvi bilincə dırnaq arası baxırıq. Hələ bizi bu günə qoyun kütləvi bilincdir. Kütləvi bilinc qədər belə deyək, insanı dönüşdürə bilən ikinci məfhum yoxdur. Ha? Kütlə psixologiyası deyirlər. Kütlə psixologiyasının ayrı bir elm kimi öyrənilir, təsəvvür edin. Onu qıra bilirik də hər halda. Fərd olaraq qıra bilirik. Məsələ bilirsiniz nədir? Mən başa düşəndə qırıram. Çünki mən bu gün başa düşdüm ki, tamam, ola bilər ki, bu podkast bu dəqiqə sırf bu istiqaməti kimsə həqiqətən pis təsir eləyəcək. Gülah xanım, siz niyə görə orada deyirsiniz ki, bizim müşkümüz yoxdur, azdır, bilirəm, yazacaqlar. Siz bizi anlamırsınız. Mənim iş yüküm 20 saatdır bu dəqiqə. Mənim cəmi 4 saat vaxtım olur yatmağa. 20 saat. O sizin prioritetinizdir. Bu mənim prioritetimdir və mən bundan fəxr edirəm. Seçiminizdir. Mən bununla zövq alıram və mən bunu fərqindəli insan kimi seçmişəm. Heç kim mənim başıma avtomat dirəməyib. Əgər mən karyerist insan olmaq istəyirəmsə, əgər mən müəyyən bir məbləğlər qazanmaq istəyirəmsə, mən ailəmdə müəyyən bir statusa sahib olmaq istəyirəmsə, kim üçünsə status işdir, kim üçünsə status özünü ifadə etmək bacarığıdır. Hamının öz prioriteti var. Doğrudur. Demək mən bunu ağılla, başla qabağıma qoyacağam və deyəcəm, bax, tutaram, İlahə, sən bundan sonra bunu eləmək istəyirəm, əzizim mənim. Sən bilirsən də sənin yatmağa 4 saat vaxtın qalacaq. Sən bilirsən də müəyyən bir vəziyyətlərdə sən əziyyət çəkəcəksən. Hə, başlayaq. Əksər xanımlar bunu fərqi yox, xanımlardan danışır, bəylər də bunu eləmir. Yəni bir prioritet zona müəyyən olunmalıdır. Əgər mənim üçün prioritet bugünkü gündə idmandırsa, siz inanın, mən o 40 dəqiqəni tapacağam, o idmanı eləyəcəm. Burada artıq daxili xarakter işə düşür. Baxın, güc tükənəndə xarakter işə düşür. Yəni əzmkarlıq, əzmkarlıq. Karyerist qadın kimdir? Fərqi yoxdur. Karyerist insan kimdir? Əzmli insan. Əzmli, birinci, iradəli, cəsarətli. Sevinç xanım, neçə dəfə karyeranızı qızıl sində sizə gətirib veriblər? Heç vaxt. Heç vaxt, heç bir dünya tarixində də belə bir şey olmayıb. Nəyə görə? Çünki karyera qurmaq deməkdir. Karyer sözündən irəli gəlir. Karyer də daş atılan yer deməkdir. Yəni baxın, yəni. Aha, oradan gəl. Karyer sözü. Yəni daş daşımaq, istənilən sahədə daş daşıyırsan. Sözün əsl mənasında bəli, yəni bir o qədər də rahat olmayacaq bir segment və ona görə dünyada karyera 30 il vaxt verilir. 30 il. Bir karyeranı qurmağına heç sürətlənib şükürlər olsun. Burdan bizi dinləyən xanımlara, əgər siz xoşbəxt olmaq istəyirsinizsə və 21-ci əsrdə gözləməyin də kimsə sizə gəlib nəsə verəcək, bu olmayacaq. Çünki enerjilər dəyişir və siz də həm yaradacaqsınız, hamımıza aiddir bu. Yəni həm qazanacaq, bu belə getdikcə gedəcək. Bizim uşaqlar da bunu belə eləyəcək. Bu getdikcə gedəcək yəni. Siz artıq prioritetləri böləcəksiniz. Bir, dərk edəcək güc mənim içimdədir. 2, mənim artıq bir qələmim, bir dəftərim olacaq. Prioritet sistemi yazacağam. Nəyi? Buna diligirvini deyirlər. İş diligirvini. Yəni işimi bölgü sistemi. Mən bugünkü gündə maaşım nə qədərdir? Mən tutarım ki, bir daya tuta bilərəmmi, tuta bilmərəmmi və yaxud da hansı vəziyyəti necə qura bilərəm? Oturub ağlamaq, səhərdən axşamacan şikayət eləmək günü-gündən sizin enerjinizi də çökdürəcək, sizin pulunuzu da tükədəcək. Sonra gəlib deməyin ki, borclara çürük. Çünki siz ona görə borclara çürüksünüz ki, səhərdən axşamacan ağlayırsınız. Siz sizə gələn o maddi boyutu halallıqla, rahatçılıqla evə girməyə imkan vermirsiniz. Mən həmişə belə sərt deyirəm bu sözdə. İşləmək bacarmırsansa işləmə. Bax mən həmişə bunu deyirəm. Yox, işləmək istəyirsənsə, oturaq və planlayaq. Sən necə hər şey çatdıracağız. Amma bil, əlbəttə ki, işlədiyin dövrdə nələrsə günün əvvəli deyil də günün axırı olacaq. Və bu sənin artıq beynində oturarsa, sənin xoşbəxtçiliyin birinci etapı başladı. Bir, mən artıq ağlamıram ki, mən niyə 4 saat yatıram? Belə ola bilər, o arada 20 dəqiqə uzana bilərəm, arada deyə bilərəm ki, yorğunam. Ağzınızdan çıxan hər bir kəlməni qulağınız duysun. Yenə deyirəm, heç kimi avtomatla heç nəyə vadar etməyir. Baxın, hədəflərimiz nə qədər böyükdür. Bəli. Hədəfləriniz böyük olanda artıq işimiz də çoxalır, iş yükümüz də çoxalır. Bəli. Və bu iş yükünü idarə etmək var və siz əgər karyeranın böyük bir belə deyək ki, yaradılışlardan danışırsa, idarə etmək olmaması, yəni bugünkü gün çox absurd bir məsələdir. Və mən deyərdim ki, elə idarə etmə ilk xanımlar üçün mən deyərdim ki, birinci idarə etmə təlimləri olmalıdır. Bir mövzu qoyarıq bu barədə. Mütləq. Çünki idarə etmə menecment bugünkü gündə təsəvvür ki, idarə etmə həm zamanın idarə olunması, həm time management, özü kimi güclü segment yoxdur. Bir də burdan xanımlara bir məsələni çatdırmaq istəyirəm. Güclü qadın gücləşdikcə dırnaq arası illüziv güc maskasını taxır üstünə. Aqressiv, bayaq danışdığımız aqressiv güc. Güc o deyil. Kişilərə bənzəmək istəyir. Kişilərə bənzər. Mən də kişiyə bənzədikcə qarşı tərəflə ancaq rəqabətə girmiş oluram.
Bax, bu Mən- önəmlidir. Güclü bəli. qadın kişi ilə Bəli. rəqabətə girməməlidir. Mən bax burada. Mən Aha. güclü qadın gücləndikcə, belə deyək, gücümü geri qaytardıqca biz deyirik, bizim gücümüz həmişə olub. Gücümüzü geri qaytardıqca mən bunu dərk etmirəm. Mənə öyrətdilər ki, sən heç kimsən. Sən zəifsən. Və indi mən də öz aləmdə eqodan güclənirəm axı, yəni. Sübut eləməyə çalışıram ki, yox. Bax budur. Mən Birinci elə güclüyəm. burada 5 realığında nə olacaq? Güclü qadın əgər aqressiya gücündən götür, dağıdıcı gücdən maska taxırsa, o başlayır kişilə rəqabətə girməyə. İki variant var. Ya o kişi rəqabətə dözmür və onun altında olan bir qurbana çevrilir. Sonra yəni deməyək ki, bu niyə bu gündədir. Və yaxud da tamamilə çıxıb gedir. Burada da bir məqamı yendirəm. Hər cümləmizə bir böyük bir bəlkə bir 3 podkastlıq bir hər sözün cümləmiz bir mövzudur. Amma mən bəli. ümumi çatdırmaq. Çünki bugünkü gündə yendirəm. Kimlərəsə bir ortadan deyəcək ki, niyə belə danışırlar? Niyə bizi burada əlləyib eləmir? Niyə demirlər ay qadınlar, yazıq qadınlar? Mən sizə yazıqdır. Mən özümə o sözü deməmişəm. Sizə də onu deməyəcəm. Siz heç bir zaman yazıq deyilsiniz. Heç bir halda. Siz Məncə də. ən güclü yaradılırsınız. Doğuş sizə verilib. Necə? Siz necə yazıq? Biz necə yazıq ola bilərik? Biz özümüzü yazıq vəziyyətinə qoya bilərik. Bir də çarəsizlik duyğusu var, İlahə xanım. Qadınlar Okey. özlərini o hissə salırlar, o vəziyyətə salırlar. Çox təşəkkür edirəm sizə gözəl. Salırlar. Salırlar. Çünki fərqində deyil. Ona heç kim demədi ki, Mən əzizim, çarəsizəm, sən yazıq. zəif deyilsən. Sən çarəsiz, yazıq deyilsən. Rolunu tərk elə. O sənin rolundur. Sənin naturalın gücdür. Və sən kişi ilə rəqabətə girəndə, sən onunla orada buynuz-buynuza gəlsən, elə bilmə ki, orada nəsə yaradacaqsan. Yox. Güclü qadın idarə etməyə bacaracaq. Və dili girməyin. Və bizim problem nədir? Biz bu sahə okeydir. Ərlə bitsəydi, nə problem? Yəni bir o qədər bəlkə də prioritet olmazdı cəmiyyət üçün. Bu məsələ gedir güclü qadının oğlanlarına. Oğlanlarına. Bəli. Nə demək Güclü istəyirsən? qadın həmin o eqonu qoymadığına görə zəif kişi yetişdirir. Bizdə əksinə deyirlərdi ki, qadın güclü olanda onun oğlu da güclü olur. Qadın gücü maskasında deyil. Yəni o dediyimiz əsl gücündə gücdən, olanda. dırnaqarası gücdən. Əsl güc söhbət nədir? gedir. Mən sənə enerjini buraxıram və mən səni dəstəkləyirəm, get. Bəs yaxşı ana gücü nə deməkdir? Bax, qadın gücü qoyduq bir yana. Ananın gücü necə olmalıdır dediyiniz kimi? Ana gücü möhtəşəm bir sistemdir. Necə çalışır və nə deməkdir ana gücü? Ana gücü özü kimi güclü sistem yoxdur. Ana istəsə balası dünyanı idarə edər. Siz Elon Musk'ın anası barəsində yəqin eşitmisiniz, də? Bəli. İnsan Elon Musk'ın 9 yaşı olanda qabağına məqsəd qoyub ki, məndən bağlı olan hər bir vəziyyətləri işləyəcəm, mənim evladım ən güclü insan olacaq. Və insan uşaqlarının 9 yaşı olanda artıq bir 30-larda olardı, girdi enerji elmlərinə. Psixologiya. Bax, buranı bilmirdim. Bəli. İnsan o dövrdən bugünkü günə qədər özlərini işləyir və böyük bir stadionlar yığır. Stadionlarda bir koçluq edir ki, yəni və yaşlı da bir xanımdır, sözünün də dəyəri var, yəni. Ana budur. Ana kimdir? Ana evladına tək onu yeməyini, içməyini təminat verən bir sistem deyil ki. Ana insanı ruhu ilə yedizdirən bir varlıqdır, yəni. Və orada ruh bilsiz nədir? Biz elə burada deyil. Bəzən Ruhun nə ilə yedizdir? Yəni qidası nədir? Yox, enerjisi ilə. Enerjisinin nəyi var içində? Nələr var o enerjinin içində? Evladla ana arasında bax, hətta ana öləndən sonra davam edir. Bəli, mitokondriyalarımız üçün paylaşmışıq. Bəli. Və ana, bax burada bir dənə deyəcəm. Mənə gəlir ki, uşaqlar izləyicilərimiz başa düşür. Əgər ana evladın arzusuna qəlbən hə dedirsə, bütün dünya strukturu o arzunun həyata keçirilməsinə başlayır. Amma qəlbən. Yaxşı. Bu yox. Yaxşı, sən də elə həmişə xəyallardasan. Bu yox. Mama, mən kosmosa uçacağam. Burdan. Hə. Mama, mən bunu yaradacağam. Oxumaq istəmirəm də bugünkü günə. Mənim işlərim oxumağım deyil. Bayaq o sözə qayıdacağam. Uşaqlarımızın da prioritetlərini səhv salmışıq. Mənim uşağımın şahmatla heç bir əlaqəsi yoxdur. Nədənsə mən o şahmatda qoyuram. Ana gücü evladını sezməyə bacarmasıdır, yəni. Ana öz yaratdığını sezməyə bacarmalıdır. Onun kim olduğunu, hara doğru getdiyini instinktiv anlamağı bacarmalıdır. Biz hamımız belə məntiqə girməyə çalışırıq. Məntiqlə nəyisə araşdırmaq istəyirik. Biraz məntiqi söndürmək lazımdır. Biraz. Hisslər. Qadınınki hissdir. Qadının 6-cı hissi dünyada heç kimdə olmadığı qədər inkişaf etmişdi. Yalançı güc maskalar, əsl gücü yox. Yalançı güc maskalar o instinkti söndürmüşdü onda. Yalançı rəqabət hissləri ki, qadında ehtiyac yox. Qadın əsl gücünə girsə, heç onun rəqabətə ehtiyac olmayacaq.
Onun karyerası öz-özünə qurulacaq. Çünki qadının ana sistemi qurmaqdır. Evladda da elədir. Baxın, bizim qəlb çakramızdan evladımıza bir kanalımız var. Axşam yatanda uşağınızı qucaqlayın, gözünüzü bağlayın. Yenə də niyyət eləyin. Allaha bağlayın ki, ya Allahım. Məsələn, bu dəqiqə xahiş edirəm, evladımla olan bağı mənə hiss eləməyimə çalış. Yəni, hiss eləməyimə mənə icazə ver. Çalışdır o bağı məndə. Uşağı qucaqlayın, uzanın. Çox deməm 5 dəqiqə. 5 dəqiqədən sonra buravızın yanmasını hiss edəcəksiniz. Bir ay eləyəcəksiniz bunu. Bir aydan sonra oğlunuz Amerikada da olsa siz o bağı artıq ondan hiss edəcəksiniz. Var. Amma mən onun fərqində deyiləm. Fərqində olmaçınız. Və əgər siz, bax, həmin o enerji ilə evladınızın hər bir başlanğıcına, düzgün başlanğıcına, yəni adekvat başlanğıcına xeyir dua verəsiniz. Xeyir dua nə deməkdir? Mən sənə enerjimlə qatqı verirəm deməkdir. Xeyir dua verərsinizsə, sizin evladınız bu dünyada eləyə bilməyəcəyi bir şeylər olmayacaq. Amma məsələ odur ki, mən bir ana kimi öz travmatik zonalarımı uşağıma yansıdırammı, yoxsa yansıtmıram? İndi ikinci məsələ artıq bura gələcək, yəni. Mən uşağımda nəsə almamışamsa, məhz buna görə uşağımı, mən həkim olmamışam deyə uşağımı həkim eləmək istəyirəmsə, və yaxud da mən özüm nələrsə almamışam deyə uşağımı, bu pozitiv də, negativdir bunların, bunun da özünün mənaları var. Pozitivi də var, negativi də var bu saytların, amma əksərən də insanlar bəzən görsən ki, uşaqları ilə də daxildə heç bunu verir, rəqabət hissində olurlar. Mən bunu yeməmişəm, o niyə onu yeməlidir ki? Sözünü deyənlər var, bəli. Amma əksərən əlbəttə pozitivdir. Mən eləməmişəmsə evladımda da olsun. Bu möhtəşəm insan üçün yaratma sistemidir. Fikir verin, insan ən çox evladları üçün yaradır, yəni, düzdürmü? Yəni evladı olan insanlar daha çox yaradılışlara girə bilir. Buna görə ana gücü, ananın xeyir duası, ananın duası, yəni bir səhər siz evladınız üçün sadəcə duranda artıq birinci özünüz üçün, bütün bəşəriyyət üçün, daha sonra evladın üçün dua edin. Yatmış teta vəziyyətində, oyanmamış, artıq gözünüzü açmışsınız, votovut ki oyanırsınız. Şüuraltı sisteminin iş dalğası, teta dalğası deyirik biz buna. Hamı bədahətən səhər, axşam və yaxud yuxulayan dövrdə bura düşür. Allaha dua edin, təşəkkür edin, şükür edin səhər duranda. Bütün bəşəriyyətə şükür edin ki, çünki siz hər an duran etibarən vəziyyətə bütün kainatın minlərlə qanunu işə düşür ki, siz sağ-salamat işə gedib çıxasınız, siz sağ-salamat işinizi icra edəsiniz və yaxud da orada mən problem yaşayıb, problemin içində bir dərs çıxardasınız. İndiyə qədər mənlə boş durduğu yerdə heç kim problem yaşadığını görməmişəm. Həmişə problemlər özlərinin olan kəsirlərdən irəli gəlir və insan o boynuna almaq istəmir. Deyir, mən okeyəm, mən problem yarandı. Yox, elə deyil. Mən yaxşıyam, başqaları pisdir. Heç kim demir ki, mən səhlənkaram, heç kim demir ki, mən reportu axıra qədər verə bilməmişəm. Bəli, bəli, sən çıxamın yerindirəm. Bizim işimiz biraz tərs şillənir həmişə və bəzən birinci qıcıq olur, niyə bizə belə, amma sonra bizim işimiz həqiqət insanlara deməkdir. Yəni. Layiq xanım, özünü tanıya bilmək böyük lütfdür. Bəli. Yəni bax dediyiniz o xüsusiyyətlərini, özünə üzləşmək, özü ilə üzləşmək, güclü tərəflərini də yəni boynuna almaq, bəli, zəif tərəflərini də boynuna almaq. Məsuliyyətsizəm, şikayətçi muddayam, intriqantam, nə bilim, qeybətçiyəm, qısqancam. Yəni bunları insanın öz boynuna almağı doğrudan insandan böyük güc tələb eləyir. Möhtəşəm. Bu artıq evolyusiyanın son həddidir. Artıq biz ona nə deyirik? O insanlar artıq qəlb çakrasındadılar, evolyusiya istiqamətində boğaza və üçüncü gözə qalxırlar. Yəni bu böyük bir güc tələb edir, amma bu rahatdır. Bugün elə bir dənə misal üçün amma insan həyatı dəyişir onda. Dəyişir. Vallahi bir dənə probleminiz olanda axşam gəlin, yenə bir qələm bir vərəq götürün, 5 dəqiqə rahat oturun və görün. Bu problem nədən irəli gəldi? Və burada mən hansı səhvləri buraxdım ki, bu problemi gəldim çıxdım. Səhvlər burada tək fiziksel səhvlər deyil ha. Xarakterinizdə hansı boşluqlar var? Bəli. Hansı boşluqlar var? Çox sadəlövsünüzmü? İnsan balanslı olmalıdır. Ərdəm balanslı sevir. Allah deyir, sadəlövlü bir ərdəmdir, güclü xüsusiyyət, amma balansda. Nə çox, nə az. Güclü, nə çox, nə az. Bəs bayaq dedi, mərhəmət. Mərhəmətin özü də ərdəmdir, ən böyük ərdəmdir. İnsanı ən ali enerjiyə yüksəldən. Amma necə? Balansda. Mən mərhəmətli olaraq Allahın işinə qarışa bilmərəm. Biz mərhəməti də yazılıqla səhv saldıq. Bəli, biz bəli. Yazığı gələrək mərhəməti öyrənmişik. Amma başa düşmürük ki, tutarım ki, hansısa bir bomja mən lazım olduqca bir yemək apara bilərəm, amma onun yalandan ona yazığım gəlib Allahla ilahi sistemdə müharibə apara bilmərəm ki, o niyə bomjdur. Bir var mərhəmətdə nə edir? Məsələn, mən bəzi müşahidələr, biz mövzumuzdan kənara çıxmayaq. Məsələn, çox yazığı gələn insan görmüşəm. Həmişə yazığı gəlir, amma özündən üstünlərə də aqressiya hiss edir.
Yəni bax belə tiplər də Bəli, var. bəli, Yəni bəli. ona görə indi bunu deyirəm ki, xanımlar özlərində bir diqqət etsinlər. Mən bunu eləyirəm, mərhəmətdənmi eləyirəm doğrudan dediyiniz Və ya da yazılıq hissindən edirəm. Yazılıq hissindən edirəm və həmişə mən yazıqlara məndən aşağı olduğu üçün yardım edirəm, amma məndən üstləri isə qısqanıb onlara aqressiya duyuram. Bir də bu bir yerdə oxumuşdum Lalə xanım, sizin fikrinizi bilmək istəyirəm. Bu qadınlar niyə əvvəl dediniz xoşbəxt idilər, indi isə xoşbəxt hiss etmirlər özlərini? Çünki qabaqlar deyir, qadınların seçimi yox idi. Yəni başqa gedəsi yeri yox idi. Yəni xəbəri yox idi ümumiyyətlə ki, bunun bir seçimi ola bilər bu yer üzündə, bu dünyada. Elə bilirdi ki, belə də olmalıdır. Mənim reallığım bu otaqdan ibarətdir. Mən otaqdan çıxa bilmərəm. Və bu otaqda başıma gələn hər bir hadisə, neqativi də, pozitivi də, yəni belə də olmalıdır. Amma indi dünya tamamilə dəyişdi. Biz artıq dünyanın o başında nə var bilirik və bizim üçün o qədər çeşidlər var ki, gözümüzün qabağında. O qədər atıla biləcək addımlarımız var ki, yenə də şikayət edirik yerimizdə, amma seçimləri bilirik. Xəbərimiz var seçimlərdən. Amma seçimlər də etmirik. Amma onu da etmirik. Bax bu seçim çoxluğu, amma eyni zamanda da bu dayanmaq, bir addım ata bilməmək. Mənə elə gəlir ki, doğrudan da o məqalədə yazıldığı kimi bizi aqressiv edir, həm də şikayətçi edir və xoşbəxt olmağa qoymur. Sizin fikriniz necədir bu fikir? Acaba görəsən mən niyə ancaq şikayətdə yenilişdim qaldım? İnsan şikayət modelini bir ay qoysa yerə, onun 10 dənə seçimə enerjisi açılacaq. Aha. Başa düşdünüz necə? Bəli. Seçim etmək istəyən insan hərəkət edəcək. Deyir, balıq istəyirsənsə quyruğun göldə olmalıdır. Biz məsələ nədir Sevinç xanım? Biz hamımız nələrsə istəyirik. Bəli. Amma o nələri əldə etmək üçün deyirik ki, halva deyə ağzımız şirin olsun. Çox Olurmu? doğrudur. Və ya yalançı manifestasiyalar, manifestation. Möhtəşəmsiz. Möhtəşəmsiz. Olsun. Hardan olsun? Olsun. Manifestasiya var, əlbəttə ki. Manifestation nədir? Kainatlı danışıq dillərindən biridir. Amma mən burada manifestasiya edirəmsə, mənim yer kürəsində bir planım yoxdursa, hərəkət istiqamətim yoxdursa və mən evdə səhərdən axşamaca oturansa, mən 10 milyon mənim başıma düşməsini istəyirəmsə, bu ümumiyyətlə kvant fizikasına zidd bir prosesdir. Mən istəmək manifestasiya düzdür, var. Siz yaradanla, kainatla danışıq dilində mən nə istəyirəm əmrini verməyə bacarmaz. Bu sizin doğuşdan olan haqqınızdır. Quranda da yazılıb ki, hər kəsin çapasına görə veriləcək. Bəli, çapalardan biri də, yəni biz insan həm materiyadan, həm ruhdan ibarətdir. Tək material dünya deyil ki, ruhsal boyutda da mənim kontaktım olmalıdır. İlahi sistemlə, Allahla, manifestasiyanın elə belə çıxmasın, daha fərqli bir şeylərlə də biz əvəz edə bilərik. Amma gücü var, amma fiziksel dünyada hərəkətli olaraq. Baxın, birincisi mən yalanlardan çıxmaq üçün, yendirəm, bunu hər adam bəlkə də dərk etməyəcək biz bu dəqiqə nə demək istəyir, amma biz deyək. Biz deyək yəni. Başa düşməliyəm ki, mən doğrudan özüm kiməm və mən nə istəyirəm. Bax, mənə Instagramda və yaxud hansısa sosial şəbəkədə göstərilən Porsche model, hansısa xanımın mindiyi, sürdüyü Porsche model, heç bilməm, bəlkə 200 manat hardansa götürüb onu sürür və ondan bir nəsə çəkmək istəyir. Bəlkə də özünün, mən bu barədə heç nə deyə bilmərəm. Mənim istədiyim model odur mu? Və yaxud da mən o Porsche-nın altına başqa bir istər keçirdirəm. Eləmi? Mən orada gördüyüm kartinka, bax, o şəkil var ha. Mən o şəkildə əslində nə istəyirəm? Və o şəkil mənə uyğundurmu? Biz onu trigger deyirik də. Trigger bizdə nə deməkdir yəni? Qıcıq nöqtələri. Qıcıq mənbə. Əslində insanlar onu istəyir deyilik, onu qıcıqlandırır o vəziyyət. Neqativ vəziyyətdə yox ha, yəni tətikləyir. Bəli, tətikləmə zonasıdır. Bir şey. Əslində mən onu istəmirəm. Əslində ondan qıcıqlanıram. Bəli, qıcıqlanıram, tətiklənirəm. Tutaram ki, o misal üçün niyə qıcıqlanıram İlahi xanım? Baxın, yenidən də gəlir. İnsan bu dünyaya yaradılışında inkişaf baza modeli bilirsiniz nə qoyuldu? Evolyusiya sistemi. Bəli. Evolyusiyanın birinci şərti bilirsiniz nədir? İnsan evolyusiya etmək üçün kütlədə olmalıdır, cəmiyyətdə olmalıdır. Bu 6 natural baza ana ayarlardan da bizim şuuraltımızda. Biz kütləviyik, cəmiyyət içində olmalıyıq, cəmiyyətdən inkişaf edəcək. Şərt budur. Cəmiyyətdən inkişaf nə demək? Mən gördüm bu Sevinç xanımın əlindəki köynək çox gözəldir. Növbəti dəfə mən də bu köynəkdən görərəmsə götürəcəm. Və əslində reklam bunun üzərində qurulur, biləsiniz. Yəni. Reklamın alt şuur sistemi sizə tanış, siz misal üçün reklamda olan və olmayan, misal üçün eyni diş macununu görə bilərsiniz və sabah siz marketdə gördüyünüzü alacaqsınız, doğrudur. Görmədiyinizi almayacaqsınız. Bu bir şuuraltı sistemin proqramlanmasıdır. Evolyusiya budur. Mən
həqiqətən də insanlara baxıb ondan nümunə götürməliyəm. Bir Burada mənalı. söz, nümunə. Amma məsələ odur ki, milyardlarla bu dəqiqə nümunənin içindən mənə uyğun olanı da seçməliyəm. Amma biz bu məlumatı bilirsiniz necə? Filtrsiz keçirdirik. Filtrsiz gedir məlumat bugünkü gündə. Nümunə yoxdur. Filtrsiz, xaotik məlumat var. Bu bloger bunu elədi, mən buna baxdım, Allah o necə xoşbəxtdir, mən niyə ola bilmədim belə xoşbəxt. O ana 2 aylıq körpəsi ilə üzünə maska qoyur, yoga eləyir. Allah, bəs mən nəyə görə bu vəziyyətdəyəm, uşağımı heç yedirə bilmirəm, sərdən aşamacan ağlayır. Biz getdikcə özümüzü dəyərsizləşdiririk. Bu nümunə olmur. Bu dağıtma olur özünü. Nə zaman mən nümunə ilə dağıdıcılığı ayıracağam, evolyusiya qanununa görə mən inkişaf edəcəm. Mən bir insan seçə bilərəm. Mən hamımızın bir kumiri var. Yəni bu çox gözəl bir sistemdir. Kumir sistemi üzərinə getmək. Amma bir kumir olur da biz birdən bir 100 kumir götürə bilərik özümə. Mən eyni anda tutarım Monika Bellucci, eyni anda nə bilim başqa bir insanlara özünü bənzədə bilərəmmi? Bir insan seçib birinə bənzədə bilərik də. Biz 1000 insana birdən bənzədə bilmərik axı. Amma indi bilsiz nə oldu? İnsanlar birdən özü bilmədən özlərini 1000 insana bənzətmək istəyirlər. Çox doğrudur. Bax budur. Bir insanı seçsə və doğrudan onu araşdırsa ki, inanın, nə o deyilən xoşbəxt ailə modeli o deyil, nə o gündəlik karyerada olan qadın modeli o deyil. Yəni hər şey ümumiyyətlə sosial şəbəkələrdə olan yalanları dərk etsələr, insan evində bir künc düzəldir və o küncdə real star çəkir. O kiçik bir mətbəxdə hər şeydir və insanlar da baxanda deyirlər ki, bunun milyonları var, bu böyük bir villadır. Amma siz gedib o yerinə görsəz görəcəksiniz ki, 2-nin 2-nə balaca bir mətbəx sistemi və sadəcə işıqlar falanlar bugünkü gündə elə qurulub ki, siz onu elə görürsüz. Onlar sizin necə göstərmək istəyir o vəziyyətləri və siz onu necə görürsüz. Əgər siz inkişaf eləmək istəyirsinizsə, bir insandan və ya uzağa 2 insandan nümunə götürün və onun altına baxın. Sizin nə istədiyinizi qəbul edin. Bilirsiniz məsələ nədir? Mən nə istəyirəm, unuduram onu. Heç mən bilmirəm mən nə istəyirəm. İlahi xanım, bax biz baxırıq özümüzü müqayisə edirik. Bayaq o məsələyə toxundunuz. O bizim psixikamızda hansı çatları yaradır? Bax biz mən xanımlar məsələn var ətrafımda ki, evdar xanımdır, 2-3 uşaq anasıdır, işləyə bilmir də. Yəni bu an üçün onun işləmə imkanı yoxdur, çünki ailədə, evdə öhdəlikləri var. Amma bunun depressiyasını yaşayır ki, niyə mən dediyiniz xanımlar kimi, gənc xanımlar kimi ola bilmədim? Tez ailə həyatı qurdum, özümü həsr elədim uşaqlarıma, evimə, ailəmə. Yəni işləyə bilmirəm, oxumamışam, məsəl üçün də indi harda gedib, nə işləyəcəm, 3 uşağım var. Yəni bax bu özünü baxır və müqayisə eləyir. Bu onun psixikasında hansı çatlar yaradır, ailəsində hansı problemlərə səbəb olur? Möhtəşəm. Biz tək sosial şəbəkələr demək, eyni zamanda da seriallardan da bunu götürə bilərik. Olsun, seriallarda olsun. Sözün əsasında psixologiyanın bu dəqiqə biraz serial deyək ki, ən azından bir balaca heç olmaya bilir ki, bu serialdır, amma sosial mediadakı o xanımları real qəbul edir, daha yaxın bilir reallığa. Çox gözəl bir sualdır. Birincisi, insan dəyərsiz başlayır özünü hiss eləməyə. Və o bacardı, mən bacarmadım. Zaten Azərbaycanda, ümumiyyətlə dünyada, Sovet psixologiyasında insanlar tərbiyə eləndə necə tərbiyə edirdilər? Filankəsin qızı elədi, amma sən eləmədin. Artıq o dərslik sistemi var və yenə də bu kod işə düşür. Filankəsin qızı elədi, mən eləyə bilmədim. Yenə də bu başladı xalqın uşağı. Bu tək negativ deyil, pozitivi də var ki, motivasiya da var orada əslində qalanda. Yenə də deyirəm, birinci başa düşmək lazımdır ki, mən hardayam? O bugünkü gündə blogerdir. Mənim 3 uşağım var. Niyə mən öz 3 uşağımın bugünkü gündə onlardan zövq ala bilmirəm? Okey, 3 uşaq dünyaya gətirəndə mən bilirdim ki, mənim bir dəqiqə oturmağa vaxtım olmayacaq. Bilirsiniz məsələndə yeni məsuliyyət digərlərinə atılır burada. Məsuliyyət atılır insan üstündən. İnsana oturub o blogerə baxıb ağlamaq ki, vay şəxsiyə getmək ki, o getdi, ora mindi, mən amma eləyə bilmədim, daha rahatdır. Nəinki bir çön, okey, blogeri qoysam, bu dəqiqə bağlasam onu mən. Bir ailəmə çönsəm, bir ailəmə. Bəlkə o bloger, o həmin o uşağın o səsi üçün dünyalarını verər üstündə bir dünya ki, onun bir uşağı olsun. 3-dən danışmıram, amma bir uşağı. Bunu dərk etmək lazımdır. Kimdəsə olan, kimdəsə olmaya bilir. Məsələ budur ki, bu dəqiqə mənim olanımın üstünə gəlməliyim ki, məndə nə var? Okey, o blogerdən də götürdüm. Tam ki, onun motivasiyasını götür. Motivasiya tərəfini götürək. Depressiya tərəfin deyil də, depressiya qalanda yenə də deyirəm. Biz bugünkü gündə insanları elə ki cümlə ilə depressiya sala bilərik ki, bəlkə ondan sonra 3 il depressiyadan çıxa bilməzlər. Dəyərsizləşdirə bilərik ki, siz edə bilmirsiniz, problem sizdədir. Siz, eləmi yəni ki? Amma burada mərkəzə özünüzü qoysaq, yəni özümüz mərkəzdə qalsaq və özümüzü gördüklərimizdən motivasiya alsaq, amma olduğumuzun dəyərini bilib
Daha nə addım ata bilərəm sualından irəli gəlsək və biraz da bunun içində şükür olsa, siz bir il həyatınızın necə dəyişəcəyini inanmayacaqsınız. Problem odur ki, hamı şikayət edir və yerində addımlayır. Birinci əlimizdə olanın dəyərini bilməliyik. Əsas oradan görməliyik. başlayır. Görməliyik və Və bilməliyik. Mən görmürəm Sevinç xanım. Bu vəziyyətdə mən görmürəm. Həmin o olsun. Hamı məcbur deyil ki, məsəlcə 100 milyonluq ev olsun. Bəlkə kimin evinin 60 min qiyməti var, amma o qədər şirindir ki. Bəyəm o maddiyat qadını xoşbəxt eləyir. Məsələn, deyim, maddiyat heç kimi xoşbəxt eləmir. Maddiyat sadəcə bir alətdir. Qayğılarını azaldır. Bəli, alətdir. Alətdir Sevinç xanım. Xoşbəxtçiliyin pula heç bir aidiyyatı yoxdur. Xoşbəxtçilik insanın ruhundadır. Xoşbəxtçiliyin ərə heç bir aidiyyatı yoxdur. Bu da bir mövzudur əslində. Yəni xoşbəxt bu dəqiqə danışsa bir 5 saat da gərək bu barədə danışaq həqiqətən. Xoşbəxtçilik bir mövzu çıxır. Nə ərdədir, çünki bir-birinə bağlıdır axı. Mən necə xoşbəxt qadından danışa bilərəm, bunu deyə bilmərəm. Xoşbəxtçilik ərdə deyil. Xoşbəxtçilik vəziyyətinizdədir. Xoşbəxtçilik içdiyiniz qabda deyil. Xoşbəxtçilik içdiyiniz suyu zövqünü ala bilib bilməməyinizdədir. Fərqindəli həyat yaşaya bilməməyindədir. İnsanın hər şeyi var, yenə də ağlayır. Bəli. Mən insanlar tanıyıram, çox imkanlı adamlar, amma yenə də niyə onlar xoşbəxt deyil? Əgərləri pul bərabərdir xoşbəxtçilikdirsə, niyə dünyanın bugünkü gündə artıq 40% imkanlı, doğrudan imkanlı insanlardır? Niyə onların da psixoloqlarda, koçlarda qalıblar əksəriyyəti? Niyə onlar xoşbəxt deyillər? Niyə onların 1000 nəfəri xoşbəxtçilik barəsində kitab yazmadı? Demək deyil. Demək deyil. Siz düyü də yeyə bilib xoşbəxt ola bilərsiniz. Bir oş düyünü belə qaynadıb yeyə bilərsiniz, xoşbəxt ola bilərsiniz. Niyə bu qədər xoşbəxt olmaq qəlizdir və çünki biz xoşbəxtçiliyi dərk etmirik. Nədir o? Biz xoşbəxtçiliyə həmişə şərtlər qoyuruq. Biz deyirik ki, ərə gedim, xoşbəxt olacağam. Biz deyirik pulum olacaq, xoşbəxt olacağam. Karyeram olsun, xoşbəxt olacağam. Mən də o insanlara birinci o sualı özümə verdim. İndi də insanlara verirəm. Bax, karyera qurdun, niyə xoşbəxt deyilsən? Niyə şikayətlənirsən ki, 9-dan 6-ya işləyirəm? Kimsə nə deyirdi ki, sən karyera quranda sən 3 saat işləyəcəksən, 15 min maaş alacaqsan və həyatı istədiyin kimi yaşayacaqsan. Bütün dünya strukturu necədir? Hələ Azərbaycanda daha rahatdır, mən sizə deyim. Mən xərcdə çox olmuşam, orada mənim belə deyək ki, iş həyatım da olub. Orada daha çətindir. Çay saatı belə müəyyəndir. Ondan əvvəl keçərsən, yəni maaşından kəsilə bilər. Cəmi məzuniyyət 21 gündür. Amma şükürlər olsun Azərbaycanda, yəni zaten bizim belə deyək, çox pozitiv bir belə deyək, birbirimizi anlama istiqamətimiz həqiqətən də güclüdür Azərbaycanda. Bu bir doğmalıq var hamımızda birimizə qarşı. Orada hamı belə tolerantlıq var, belə çox yola vermək var. Bəli, insan çox bir şeylə göz yumur, bəli sərtləşir, olur. Və kim demişdi ki, karyera 9-dan 6-ya olacaq əzizim mənim və sən orada oturmamalısan? Sənin xəyalın olub, gəlmisən xəyalına çatırsan, nə də ağlayırsan? Hə? Niyə? Çünki əlində olanı görmürsən. Çünki ağlamaq moduna öyrəşmisən. Bu dəqiqə məqsədimiz budur. Azərbaycan qadını, 21-ci əsrdə qadınlar həmişə xoşbəxt olub. Lahiq xanım, bax məsələn bu gün biz hər hansısa bir təşkilata daxil olsaq və hər hansısa bir mağaza fərqi yoxdur. Biz o qədər belə işindən bezgin, işindən məmnun olmayan işçilər görürük ki, məsəl üçün daxil oluruq harasa bir resepsiyona, bilmirəm, bir plazaya, harasa deyirsiniz də, ya bir ofisə gedirik, ya bir şirkətin ofisinə gedirik. Qapıda əyləşən xanımın üz ifadəsindən tutmuş, bilmirəm, digər işçilərinə qədər nə qədər yorğun, bezgin, işləmək istəməyən, xəstəxanaya gedirsən, tibb bacıları hamı yorğun, işləmək istəmir. Sanki belə qəribə bir abu-hava var bizim insanlarda. Yəni bax bu sizin dediyiniz kimi əslində arzulayırdı burada işləsin. Yəni heç olmaya bir ayın sonunda falan qədər maaşı olan bir işini arzulayırdı, amma indi o işdə çalışır, amma yenə də xoşbəxtlik qalsın bir yana. Məmnun deyil. Yəni hazırki vəziyyətindən yenə də məmnun deyil. Sizinlə o maaşı 15 dəfə qalsa da yenə də məmnun olmayacaq. Məsələ mən onu demək istəyirəm ki, biz yenə deyirəm, aydındır, maddiyatdır, maddiyatsız bir müəyyən bir səbəblər var. Düzdür, yeməyə sənin müəyyən bir belə deyək, hərəkətlərin olmalıdır ki, sənin axşam ən azından bir yeməyin olsun stolunuzda. Yəni bu hərəkət. Bir mənalı şəkildə. Və bu ibtidai icma quruluşundan belə olub. Ova çıxırdınsa, yeməyin var idi, ovda deyildinsə, yeməyin yox idi. Yəni bizim natural istiqamətimizdə bu gəlin belə baxaq. Əgər insan dərk etsə ki, sadəcə bir balaca var olanı görmək lazımdır və yalandan şükür eləyirəm yox. Əslində dərk etməyə başlasaq ki, duyaraq ki, yarabəm, bu qədər maaşdır. Okey, çatır, çatmırdı. Okey, çox sağ ol. Çox sağ ki, bu var. İndi gəl baxaq görə bu çatmır da. Görək bunu necə çatıra bilərik. Daha artıq nə etə bilərəm? Siz ağlamaq enerjisi mənfi 700-dür.
Şükür enerjisi müsbət 700-dür. Siz görürsünüz hara quyuya salırsınız. Şükür eləmək üçün milyardınız olmağa ehtiyac yoxdur. Nazir olmanıza ehtiyacınız yoxdur. Şükür hissəyi hər bir insanın implantıdır. Yəni içinizdən gələn bir hissdir. Görün siz ağlamaqdan şükrə girəndə birdən-birə neçə min gigahertz enerjiniz dəyişmiş olursunuz. Çox demirəm, bir ay. Bir ay dayanmadan. Sadəcə, baxın, belə bir Aksın cümləsi var. Mən o cümləni çox sevirəm. Mənim bütün yaxınlarım o cümlədən istifadə edir. Belə bir söz var. Məsələn, biz nəyi yaxşı görürük? Məsəl üçün biz sizlə danışırıq, biz deyirik ki, ya Rəbbim, çox şükür, bundan da gözəl nələr mümkün. Və yaxud da gözəl, hətta gözəl çay içdik. Çox şükür sənə, ya Rəbbim, yaradanım, Allahım. Bundan da gözəl nələr mümkün? Bundan da gözəl nələr mümkün? Bütün pozitiv vəziyyətləri droş kimi edelim, maya salırsınız siz. Bilirsiniz bu nədir? İnsan enerjisi. İnsan hansı enerjidədirsə onu yaradır. Yorğunluq, Sevinç xanım, bu dəqiqə, bax 2 dəqiqənin içində modumuzu elə sala bilərik ki, Doğrudur. səsimiz çıxmaza sözümüzü deməyə. Kontrol kimdədir həmişə? Mənim özümdə. Amma o moddan özümü elə qaldıra bilərəm ki, bir 3 dəqiqədən sonra o mən deyiləm. Bir də ətrafımız da bizə çox yansıyır. Mən sizə deyim yəni ki, ətraf da bizə çox yansıyır. Tam əgər siz çox pozitiv enerjisiniz, 5 nəfər bu dəqiqə ağlayan enerjinin içinə girsəz, sizin də bir çökmə. Nə zaman çökmə yaşayacaqsınız? Siz sərhəd sisteminizi işləməmisinizsə. Başa düşməyəndə ki, o məni çökdürə bilər. O məni çökdürür. Amma mən biləndə ki, bax mən indi pozitivam, girəcəm orada 5 nəfər negativ var. Onlar məni çökdürmək istəyəcək. Mən sərhədlərimin yerindədirsə, artıq onlar məni çökdürə bilmir. Amma bir dənə məsələ var. Pozitiv xlor kimidir. Xlorun bir nöqtəsi qaraya düşəndə necə yayılıb qaranlıqlara çıxır. Bir zərrə pozitiv o negativ verəcək. Bilinc olaraq bir balaca şükrə çıxmalıyıq. Bilinc olaraq yəni. Şükür də nədir? Olanı görmək və dərk etmək ki, mən bu olan üçün əziyyət çəkmişəm. Mən bu olan üçün 11 il oxumuşam, mən bu olan üçün universitet oxumuşam, ərə getmək üçün manifestasiyalar eləmişəm ki, ərə gedim, oraya yazmışam, buraya yazmışam ki, ərə getdin. Və yenə xoşbəxtsən mi? Yox, yenə uşağım olsun, xoşbəxt olacam, uşaq olur. Uşaq oyuncaq deyil ki, əlbəttə ki, uşağın üzərinə ən azı, uşaq bir ömürlük, belə deyək, məsuliyyətdir. Amma ilk 3 il ən böyük məsuliyyətdir. Prioritet qoyulmalıdır. Əlbəttə, mən karyer qadınıyamsa, evladım olsa, mən artıq evladdan əvvəl düşünməliyəm ki, mən işgüzar qadınam. Mənim evladım da olanda mən böyük karyer edirəm. Mən bunu heç evladı planlaşdırmamışdan əvvəl artıq onun necə onu belə deyəcək, baxma sistemi necə olacaq, tərbiyə metodları necə olacaq, bu artıq bizim ailədə mövzuydu. Biz ondan sonra planlaşdırmaya girdik yəni. İnsanlar bilsiz necə, məsuliyyəti atırlar başqalarının üstünə, faktiki olan vəziyyətlə üzləşirlər və deyirlər ki, niyə baş vermir, niyə bu olmur? Elə haqa, mən belə başa düşdüm ki, əslində biz yeni bir dünyanın içindəyik. Yəni yeni qaydalarla içindəyik. Amma bilincimiz, təfəkkürümüz köhnədir. Bəli. Və biz bura düşmüşük, zaman dəyişib, biz zamanla elə bil ki, bizim şuuraltımız deyim, bilincimiz deyim, bilinci üstümüz də hətta indiki zamanla uyğunlaşa bilmir. Bəli, bu qədər çoxluğun içində, yəni depressiyaya düşməmək üçün, düz yolunu tapmaq üçün, hədəfini qoymaq üçün, içindəki gücü çıxartmaq üçün, yəni o xoşbəxt bir doğrudan insana çevrilmək üçün qadına nə lazımdır? Özünü dərk etmək. Özünü dərk etmək. Və bir də anlamaq ki, matriopatriarxat dövrüdür. Bugünkü gündə artıq xoşbəxt qadın və kişi modeli əvvəlkindən fərqlənəcək. Qabaq kişi özünü tam ovçu olaraq olanda, yəni pul qazanıb gətirəndə özünü xoşbəxt hiss edirdisə, indi kişinin də sistemi artıq 50-50 mexanizmına girir. Və bu 50-50 hər yerə fikir verirsiniz necə? Son zaman dünyada bütün kişilər necə dəyişib, Azərbaycanda da. Qabaq məsəl üçün siz parkda bir atanı, evladını gəzdirməyini görə bilərdiniz. Adətən babalar gəzdirir. Babalar gəzdirir. İndi bəs? İndi atalar gəzdirir. Atalar körpə uşağı belə qucaqlarında da saxlayırlar, kömək deyirlər. Bu kim buna görə təltif olunmalıdır? Qadın. Qadın bunu eləyə bildi. Okey, bir evolyusiya dövrü həmişə bir əziyyətlidir, həmişə bir qırılma dövrləri olur. Biz əsəb də keçirdə bilərik. Baxın, bu normaldır, insani haldır. Əsəbləşəcəyik də, modumuz da düşəcək, depressiyada düşəcək. Amma prioritetimizi düzgün quranda, bunlardan bizim üçün cəmi 10 dəqiqədə o hissimizə. Ümumiyyətlə, o hiss 10 saniyəlikdir insanda. Amma biz bunu prioritetini düzgün qoyanda, ümumiyyətlə 10 dəqiqədən sonra depressiyadan çıxmış olacaq. Çünki mənim yadıma şey, mənim prioritetimdə okey, belə o rəis qışqırdı, heç nə olmaz. Bir gedim, bir dənə hava alım, bir dənə kofe içim. Okey də bəlkə onun da bir vəziyyəti vardı bugünkü gündə. Mən özümü dərk edirəm. Çünki mən öz sərhədlərimi, bəlkə mən özüm orada da eyni zamanda səbəb oldum. Heç mən bilirdim ki, bu dəqiqə misal üçün əsəbdir, çora girmək lazımdır, amma mən yenə də girdim.
Misal üçün deyirəm, məsələn, yəni misal üçün. Yəni qadın kişi artıq 50-50-dədir. Əgər qadın əvvəl kişiyə deyirdi ki, o mən elə kişi o lazım ki, mənə nəsə alsın, gətirsin, bişirsin, artıq bu segment azalacaq. Artıq qadın enerjisi ilə kişi enerjisi bərabərləşəcək. Qadın bundan sonra xoşbəxt bilsiz özünüz belə xoşbəxt deyim, tamamlanmış açını hesab edəcək və bu əli ilə ümumiyyətlə öz sözünü deyəcək. Həm cəmiyyətdə, həm də ailədə öz strukturunu quranda. İndi fikir verirsiniz, təəssüflər olsun ki, qadın karyerasını seçdiyinə görə ailə institutları dağılmağa başlayır. Amma köhnələr dağılır. Birazdan yeni ailə institutları da yaranacaq. Yeni ailə modelləri Azərbaycanın özündə, dünyada artıq yaranıb, Azərbaycanın özündə də bu belə olacaq. Lazım olmayan köhnə qalıqlar təmiz ləğv olunacaq. Bu dövrdə bəzi qadınlar təəssüflər olsun ki, ailələrdən imtina elədilər. Amma mən əminliklə deyirəm ki, karyera qurmaq üçün ailədən imtina eləmək lazım deyil. Nabat elə karyera sizin ailənizi, ailə karyeranızı daha çox dəstəkdir və motivasiyadır ailə. Evet. Çünki evladım varsa, ailəm varsa, 3 evladım varsa, artıq onların oxumaqları, onların gələcəkləri məni daha güclü olmağa vadar edir. Tənbəlliklərimi çıxartmağa vadar edir. Yeni insan nə zaman yeniliklər axtarır? Stres vəziyyətinə düşəndə. Təəssüflər olsun ki, hələ ki bu belədir. Evolyusiya stressdən gəlib. Bu belədir. Bu da mənim bir zonamdır. Özümüzü dərk edək. Mən kiməm, nəyəm, harayam, hara gedirəm və burada xoşbəxtçiliyi yenə deyirəm. Xoşbəxtçiliyə şərt qoyduqca onu tapmayacağıq. Amma bu an belə xoşbəxt hissiyyə çıxın. Bu dəqiqə xoşbəxt deyilsiniz. Çox şükür. Bundan da gözəl nələr mümkün. Bəli. Bir də Elahə xanım, yəqin siz də razısınız. Hədəfi olmayanda insanın, yəni bu çoxluğun içində hədəfi olmayanda insanın, dedik ki, şikayətçiyə çevrilir. Eyni zamanda da o dopamin hormonu yəni biz hər dəfə bir hədəfə nail olduqca bizim dopamin hormonumuz yüksəlir və əksinə baxırıq hədəfləri olanlara, özümüz də bir addım etmirik, heç bir fəaliyyətimiz yoxdursa, bu daha da bizi, yəni o hormonal sistemimizə də mənfi təsir göstərir. Günah günləri ki, mən addım atmıram. Yenə də özümüzdədir. Lahə xanım, bir də biz sonuncu buraxılışımızda bu analar çox yazıb məndən soruşdular, bizdən soruşdular. Bu uşaqların üzərinə qoyulan aşırı yüklərdən biz danışdıq, dərs yüklərindən biz danışdıq və xanımların o istəkləri nəzərə alaq. Biz orada nəyi aça bilərik? Yəni biz biraz analar üçün məsləhət olmuş olsun. Yenə də bir boom dövründən sonra başlayan hadisələr, yəni baxın. Burada mən qısa 3 cümlə ilə cavab vermək istəyirəm və həqiqətən siz mənə deyəndə bu mövzu mənə yaralı deməli, mənə maraqlı olan mövzulardan biridir və gələcək Azərbaycan nəsilləri üçün şərt mövzulardan biridir. İndiki valideynlər bir-birlərinə rəqabət olaraq, mənim uşağım 7 dərnəyə gedir, kimisə uşağı 7 dərnəyə gedir, mənim də uşağım 8 dərnəyə getməlidir, psixologiyasına irəli gələrək inkişaf elətdirirlər. Və yanlış düşüncə var ki, yükləsəm daha çox biləcək. Birinci, evladının prioritetlərinə baxılmalıdır. Mənim evladım gələcəkdə kim olmaq istəyir? Əgər o bir həkim olmaq istəyirsə bugünkü gündə və onun pianinoya ümumiyyətlə heç bir marağı yoxdursa, o pianinoya getməlidirmi? Və yaxud da mənim evladım idmançı olacaqsa, tutarım ki, bunun idman sahəsinə gedəcəksə, bunun 15 dənə dil bilməsinin mənası nədir bugünkü gündə? Biraz evladlarımızın yüklərində prioritetləşdirək. Evladlar zaten bu uşaqlarımız çox yüklüdür. Siz bir dənə uşağın günlük rutinini görsəz, həmin o işləyən qadından daha çox yüklüdür, o işləyən kişidən daha çox yüklüdür. O məktəbdən evə gəlir, evdə yeməyi yeməlidir, getməlidir hazırlıqlarına, hazırlıqlardan çıxmalıdır, getməlidir idmana. Uşaq səhər saat 7-nin yarısında, axşam saat 11-ə qədər ancaq yollardadır. Bəs onda psixologiya elmi nəyə görə var idi ki? Nəyə görə var idi bu qədər elmlər? Uşaq oradan artıq yorğunluq sindromunu yaşamağa başlayıb. İşte tükənmişlik. Bax, orada tükətdiyim bir şəxsdən mən 40 yaşında hansı karyeranı gözləyəcəm? Əlbəttə ki, o şikayət edəcək. Əlbəttə ki, o ağlayacaq. Əlbəttə ki, onun sümüyü inildəyəcək. Bəs xanımlar gəlir, bir sümüyü inildəyir. Real bu şikayət deyil, bu artıq real olaraq adam deyir ki, mən barmağımı qaldıra bilmirəm. Biraz gedirik də, əlbəttə ki, orada tibbi müayinələr var, mütləq şəkildə həkim nəzarət olmalıdır. Qayıdıram onun uşaqlığına, uşaq 6 yaşından çapır. Lazım oldu, olmadı. Bax, məsələ burada şərt odur. Lazım oldu, olmadı. Evladımızın yetişdirilməsi bizim prioritetdir. Amma düzgün yetişdirilməsi şərtlərdən biridir. Mənim uşağım 15 dənə dilə gedir, mənim uşağım bir dənə idmana getmir. Necə olur? Mən onun beynini maksimal dərəcədə yükləyirəm, mən ona həftədə 3 dəfə
Yüngül OFP vermirəm. Fiziksel hərəkət vermirəm. Mən bunun hansı sağlamlığından danışa bilərəm? Qadın olsa sabah mən bunu necə dünyaya uşaq gətirəcək? Kişi olanda bu necə sabahları hər hansı bir vəziyyətdə öz xanımını qoruya biləcək? Bunun artıq 18-19 yaşa fizioloji baxımdan çökür. Xəstəlikləri var müəyyən bir. Nədəndir hamısı? Yüklərin səhv olaraq paylaşdırılmasından. Yenə də uğura gəldik. Uğura gəlib çıxır. Bəli, övladımız uğurlu olmaq bugünkü gündə 6-cı, 7-ci sinifdə olan oğlumun 15 dil bilməsi deyil. Okey, mənim uşağım wunderkinddirsə, zaten özündən nə gözəl. Onda sizin 20 nədir? Amma əksər elə deyil axı. İmkanlarını dəyərləndirmək lazımdır. Və prioritet. Bax bu sözümü bir də deyirəm. İstər özümüz üçün, istər övladlarımız prioritetlər olmalıdır. Правильная расстановка приоритетов. Ruslara belə bir sözü var və çox dərin bir məsələdir ki, prioritetləri həmişə düzgün qoy. Bu dəqiqə prioritetim mənim Sevinç xanımdır. 2 saatdan sonra tamamilə başqa işimdir. Mən o 2 saatdan sonraki işi bura gətirsəm Sevinç xanım, biz məntiqsiz bir vəziyyətə girəcəyik yəni. Düzdürmü yəni? İnsanlar sərdə eləyir ha. Prioritet tamamilə izini itirib. Uşaqların tərbiyəsində də belə. Mənim kim mümkün, mən bilmirəm mənim uşağım kim olacaq. Hə, nə bilim ora dərnəyə gedir, bura dərnəyə gedir. Uşaq istəyirmi? Yox, uşağı sürüyə aparır. Artıq psixoloji travma var. Uşaq tükənmişlik sindromu yaşayır. Yenə deyirəm, normalda necə deyir? Uşaq səhər saat 7-nin yarısı girir, o arada bir onun yuxu modeli olmalıdır. Axşam saat 9-10 yatmalıdır. Biraz oynamağı bacarmalıdır. Oynamağa, inkişaf etməyə uşağın vaxtı qalmır və sonra mən ondan sağlam şəxsiyyət istəyirəm. Biznes nədir? Oyun oynama qabiliyyəti. Karyera nədir? Əlbəttə oyun oynama qabiliyyəti. Ekipdə olmaq. Uşağın yaradıcı komanda ilə işləməyə gəlir. Ondan sonra misal üçün mənim uşağım həftədə 2 dəfə futbola getsin. Komanda ilə misal üçün misal göstərim, yəni komanda ilə oynamağı bacarsın ki, sabahları düşdüyü həmin o böyük karyera nədir? Komanda ilə oynamağı bacarmaq. Doğrudur. Heç bir lider tək oynaya bilməz. Heç bir idarəçi tək oynaya bilməz. Onun komandası olmalıdır. O da bir böyük bir mövzudur. Komanda ilə strategiya qurmağı öyrənməyə bacarmalıdır. Komanda bir-birini eşitməyə bacarmalıdır. Mənim uşağım bu skills yenə gəlir. Yəni natural, sadə vərdişləri yoxdur, amma mənim uşağım 15 dənə dil bilir. O hansılıq oradan gələcək? Olmayacaq. Olmayacaq. Çünki evladımızın potensialını, əgər o, məsələn bir təzə bir belə bir hiperaktivlik bir diaqnoz var. Amma kökünə getsək hiperaktivlik deyil, yəni insanın aktual olaraq fiziksel hərəkəti olan tələbatıdır. Amma biz deyirik ki, səhərdən aşağı otur. Müəllimin yanında otur, məktəbdə otur, get orada otur, get burada otur. Hara qədər? Hara qədər? Biz niyə yeri gələndə Sovet dövründən çıxan uşaqlar daha sağlamdılar, fikir versəz? Biz daha gümrah, bizim götürdüyümüz məsuliyyət yükü bizdən sonrakılar götürə bilmir. Biz nəyə görə? Müəyyən bir rejimimiz olub bizim prioritetlərimiz olub. Biz dərsdə oxumuşuq, gəlmişik, dərslərimizi eləmişik, idmana gedən idmana gedib, dərnəyə gedən dərnəyə gedib, sosial mediada, televizora baxmamışıq, bəli, kitablar oxumuşuq. Yəni istəsəz bütün valideynlər bu dəqiqə istəsə telefon saatını 1 saata qədər azalda bilər. Amma valideynin özünə sərf eləmir. Valideyn işdən gəlir, yorğun mod sistemində, oturub indi orada bir telefonla məşğuldur. Tək səs salmasın, başıma aparmasın. Mən də oturam. Hərdən bir də gəlib qışqırıram ki, niyə telefona baxırsan ki, telefonu özüm vermişəm ona yəni. Görürsüz nə qədər qarışıqlıqlar var. Və mən yenə deyirəm, bunlar hamısı məktəbdən formalaşa gəlməlidir. Bəzi elmlər var ki, onlar artıq doğrudan da bizim təhsil, tək bizim yox, dünyavi təhsil sisteminə əlavə olunur. Məsəl üçün, artıq universitetlərdə koçluq proqramları açıldı, var artıq, şükürlər olsun. Azərbaycanda da var, bundan da gözəl nələr mümkün. Eyni zamanda, məsəl üçün, lider bayaq dediyimiz kimi time managementdə, ümumiyyətlə, idarə etmə sistemləri və bunların hamısında artıq məktəblərdən öyrədilərsə və yük bölgüsü, ümumiyyətlə, yük bölgüsü istər özümüz üçün, istər də uşaqlarımız üçün olmalıdır və inanın bu göründüyündən rahatdır. Yük bölgüsü göründüyündən çox rahatdır. Nəinki biz onu böyütmüşük, beynimizdə böyük bir faciəvi ssenariləri salmışıq. Şəxsi inkişaf edin. Şəxsi inkişaf edin. O sizi çox böyük yerlərə aparacaq. Doğrudan da, yəni həm özümüz, birinci özümüzdən başlayaq, sonra da övladlarımıza artıq tətbiq etməyə başlayaq. Şəxsi inkişafdan keçən, yəni özünü dərk edən valideynlə xaos içində valideyn arası çox böyük fərq var. Mən xaosamsa, ancaq xaos böyüdəcəm. Yəni bugün ümumiyyətlə, şəxsən mənim fikrimdir, bugün ümumiyyətlə fərdi inkişafa, şəxsi inkişafa baş vurmayan
bir insan uğurlu olmağı və o bayaq dediyimiz kimi özünü xoşbəxt, tamamlanmış hiss etməyi mümkün deyil. Özünü dərk etməyi də biraz çətindir. Sürəti gedən evolyusiya prosesinə çata bilmir. Mütləq evolyusiya, bəli. Bəli. O həmin o evolyusiyanı yaxalamaq üçün, o gedən qatar, o qatara minə bilmək üçün mütləq fərdi inkişaf və şəxsi inkişaf proqramlarına qoşulmaq, necə ifadə edə bilərəm bunu bilmirəm. Onların içində olmaq mühüm şərtdir. Hətta deyərdim ki, zamanənin bəlkə tələbidir. Tələbidir, Sevinç xanım. Və mən dedim ki, yəni proqrama qoşulmaq da şərtlərdən biri deyil. Bugünkü gündə YouTube-da da bax, bugünkü gündə bu podkastda çox demirəm, əlində bir qələm, bir vərəq götürüb otursalar, 2 dəfə qulaq assalar, özləri üçün nə qədər fərqindəliklər yazacaqlar. Çox demirəm, prioritet bu axşam elə prioritetlərin versələr ki, prioritetim nədir? Nələri çıxarda bilərəm bugünkü gündə? Mənim üçün bu qədər önəmli deyil bu dəqiqə, amma mən onu özümə yükləmişəm. İstər işdə, istər evdə. Bunlar çıxarda bilər, bunlar qalar. Yaxşı, bunları mən necə vaxt olaraq idarə edə bilərəm? 2 sual. Bir aydan özlərini tanımayacaqlar ki, nə qədər qası boş vaxtım var mənim. Mənim boş vaxtım varmış. Mən onu belə bir şiddətli vəziyyətlə sosial mediaya sərf edirəm, çox təəssüfdür. YouTube-da o qədər gözəl podkastlar var. Yəni o qədər gözəl mövzularda işte faydalı buraxılışlar var. Bəli, izləmirik. Bax, məsələ odur ki, biz bəzən saat vaxtımızı da lazım olmayan yerlərə xərcləyirik. Düz daima beyni yükləmə də olmaz. Sərdən gülməyə də istəyirsən, biraz daha rahat əyləncə də istəyirsən, təbii ki, insanlıq halıdır. Planlayaq prioritetləri, qoyaq hamısı yerinə. Və sonuçta bu xoşbəxt qadın modelinə bir də qayıtmaq istəyirəm. Yenə deyirəm, 21-ci əsrin xoşbəxt qadın modeli ilə heç bir dövrün modeli eyni olmayacaq. Eyni olmayacaq. 21-ci əsrin xoşbəxt qadın modeli artıq özünü dərk etmiş, özünü tanıyan, yalançı güc deyil, əsl gücünü əlinə alan ki, onun həmişə içində olub. Əsl gücünü belə deyim, oyadan, əlinə alan yox, oyadan və qarşı tərəfi dəngəyə sala bilən bir formatdır. Və bu sözü unutmayın. Kişilər enerji olaraq qadınlardan alırlar. Çünki həm onlar qadından doğulublar. Qadın onun üçün ana rəhimdir, yəni. Və əgərləri siz kişilərlə düzgün sistemi yarada bilərsinizsə, onları dərk edə bilərsiniz. Amma bunun üçün siz daxili sisteminizi yığmalısınız. Mən daxilimdə qurbanamsa, mən qarşımı mütləq şəkildə aqressor eləyəcəm ki, o məni parçalasın. Çünki mənim içimdə bir qurbanlıq istəyi var. Mən həmişə ah çəkmək istəyirəm. Ah çəkmək üçün də bir vəziyyət yaratmalıyam. Bəli. Düzdürmü ki, mən ah nalə versin eləməyəm. Axı mən içimdə sağlam bir şəxsiyyətəmsə, mən heç vaxt aqressor seçməyəcəm. Və bunu ən çox da 23-24, yəni artıq ailə qurma ərəfəsində olan xanımlar buna mütləq diqqət edirsinlər. Ailə qurmamışdan əvvəl özlərini sağaltsınlar. Bir özlərinə baxsınlar ki, atamla münasibətim, anamla, uşaqlıqdan hansı davranış modellərim, mən ümumiyyətlə daxili vəziyyətim nə gündədir? Bax, bu suala cavab versinlər. Ondan sonra partnyor seçsinlər. Çünki partnyor sizin enerjiyə gəlir. Sizin içinizdəki enerjiniz bir o qədər böyük bir, belə deyək, sağlam enerji deyilsə, siz bir xəstə adamı çəkəcəksiniz. Sağlam enerji heç vaxt xəstəni çəkə bilməz. Xəstə enerji xəstəni çəkəcək. Ailə qurmuş xanımlar sual verə bilər ki, yaxşı, bəs biz nə edək? Çox gözəl enerji qanunu var. Bu yenə görəm qadına gəlim, görürsünüz ki, qadın dəyişdikcə yandakı insan dəyişməyə başlayır. Qadınlar, anlayaq da yaradan ən böyük gücü bizə verdi. Bunu qəbul edək və oturaq. Yəni bunu qəbul eləmək istəmirik. Biz özümüzü hansısa zəif moda salmaq istəyirik. Biz zəifik, biz yazıq. Deyilik də, deyilik. 21-ci əsrdə onu göstərir ki, deyilsən. Çıx o qurbanlıqdan da. Sən o deyilsən. Sən güclü varlıqsan. Hamısını idarə etsin, səndədir, enerjisi də səndədir. Əzim mənim. Dur, qalq, otur kraliça modu var. Çıx qurbanından. O kraliça arxetipi qaldır. İdarə elə. Biraz da idarəçiliyi öyrən. Hər şey mükəmməl olacaq. Yəni işində belə hamı səninlə sevilmək istəyəcək. Çünki bu natural gücdür, yəni. Onu unutmuşuq, biz elə istəyirik deyib bizə desinlər ki, yazıq, yetim. Qadın nə yazıqdır, nə yetimdir. Ona görə də cəmi təsəvvür edin, mən bu statistikaya baxanda çox böyük fərqindəlik oldu. Demək 150 min il matriarxat olsun, 10 min il patriarxat, təzədən qadının oyanmasına 150 il lazım olsun. 10 min il bastırılan qüvvə 150 ilə partlatdı. Bəli. Gücə baxın da siz. Yəni mən necə bu varlığa deyə bilərəm? Mən kişiyə deyə bilərəm artısa ki, yazıqdır. Ona deyə bilərəm. Nəyə görə? Çünki özünün emosiyalarını müəyyən edə bilmir. Ali sistem o deyil, ali sistem qadın yaradılışındadır və ilahi sistem ondan yarandı, yəni. Biz onu nə qədər çox tez dərk etsək və başa düşək ki, xoşbəxtçiliyə şərt qoymayacağıq. Bir tək bu. Yəni inanın xoşbəxt olmağa çoxlar. Birinci də bu dəqiqə xoşbəxtlik də bir hissdir, əsəb də bir hissdir, hirs də bir hissdir. Bütün hisslər insan üçündür.
dərk edək, qəbul edək, işimizi görək. Yalançı nağıllardan çıxaq. Bu bir gün olmayacaq. Bu bir günə olmayacaq. Bəlkə bu podkast kimin həyatında böyük bir dönüşmə artıq başlatdıracaq. İnşallah analiz. Və kimdəsə bir nöqtə qoyacaq. Bəlkə kimdəsə birinci bir qıcıq yaradacaq. Daha sonra həqiqətən başa düşəcək ki, biz burada nə demək istədik. Verdiyimiz məlumatları, sizin verdiyiniz məlumatları emal etdikdən sonra artıq həyatını dönüşdürməyə başlayacaq. Amma bilin, yəni qüvvə, güc bəşər evladındadır. Bəşər də ilahi sistemdən yaranıb. Bizim özümüzə yazıq demək haqqımız yoxdur. Lalə xanım, mən artıq neçə ildir bu coaching yəni sistemindəyəm. Çox təlimlərə qatılmışam. Mən də sizin təlimə də qatılmaq istəyirəm, amma çox təəssüf ki, alınmadı. İnşallah növbəti dəfələrdə. Və mən həmişə ümumiyyətlə bu coachingin, psixoloji təlimlərin çox tərəfdarıyam. Çünki özüm onun çox yəni təsirini görmüşəm o üzərimdə. Necə dəyişdiyimi özüm yəni dilimə gətirəm, etiraf edirəm ki, çox dəyişdi mənə. Çox şükürlər olsun. Bəli, və bunu lütf kimi bir qəbul edirəm həyatda. Və həmişə xanımlara təşviq eləyəndə deyirəm, bax, müəyyən artıq bir təlim var, mən sənə o linkini göndərirəm, bəlkə qatılasan, sənin ehtiyacın var buna. Yox, bunun qiyməti məni sərf etmir. Özümə çanta almalıyam, ayaqqabı almalıyam, üst geyim almalıyam. Deyirəm, sən onları almaqdansa təlimə qatıl. Yəni təlimə qatılıb sən onun o dəyişimin zövqünü yaşayandan sonra sən ayaq-yalın gəzmək istəyəcəksən. Vallahi heç ondan sonra ayaq-yalın gəzməyə lazım olmayacaq. Çünki sən o qədər güclənəcəksən ki, 15 il ayaqqabını alacaqsan özünə. Ona görə mən həmişə bayaq deyirsiniz ki, bəlkə ehtiyac yoxdur, kitablar o kifayətdir. Yox, mən başlanğıc üçün deyirəm. Yəni YouTube-dan da başlaya bilərlər. Amma bəli, amma mən məsələn çox şiddətli belə bir misal var. Şiddətli məsləhət görürəm ki, xanımlar da oradan yaxşı peşəkarlardan təlimlərə qoşulsunlar. Psixoloji təlimlər ola bilər, coaching üzrə təlimlər ola bilər. Şəxsi inkişaf təlimləri ola bilər. İnkişafla bağlı, yəni deməsinlər ki, yox buna qatılmayın, bəlkə növbəti dəfə. Yox, indidən qatıl və həyatının doğrudan necə dəyişdiyini hiss eləyəcəksən. Çox sağ olun. Bu gün siz də insanların həyatını çox dəyişdiniz. Onsuz da təlimlərinizdə, seanslarınızda insanların həyatına çox toxunursunuz, çox onların həyatını dəyişirsiniz. Bu bir lütfdür, Yaradandan bizə verilən bir lütfdür. Doğrudan bir lütfdür. Məsuliyyətdir, bizə verilən bir belə deyək də bir missiyadır və ən ali və ünlü şəkildə, rahat şəkildə hamımız missiyalarımızın həyata keçirilməsi üçün nələr mümkün? Və burada bir söz vurğulamaq istəyirəm Sevinç xanım. Bayaqlar siz dediniz, ümumiyyətlə insan əgər bir şəxsi inkişaf və yaxud psixologiya fərqi yoxdur, bu tipli bir təlimlərə girirsə, o başa düşür ki, onun bir üzü var, iki gözü var, bir burnu var və bir ağzı var. Ora qədər kör pişiklər kimi biz özümüzü divarlara çırpırıq. Mən özüm də olmuşam. Mən hərdən deyirəm ki, mən bu sahəni bəlkə də 18-20 yaşlarda bilsəydim, mən tamamilə başqa bir istiqamətdə gedə bilərdim. Bir insanın özünü dərk etməyi, özündə dərk bir proses deyil axı. Təsəvvür ki, təlimlər olur 300 saat. 300 saatlıq təlimlərdir, yəni. Özünü dərk bir prosesdən başa düşür. Yəni mən hardan gəlmişəm, hara gedirəm, necə gedirəm? Bunu bilməyəndən sonra ki, mənim ağzım varmır, sən demə, mən həmişə yeməyi hardansa qulağımdan, hardansa burnumdan. Sonra dərk edirsən. Sonra dərk edirsən, ağız varmış, bunu çeynəmək üçün nəzərdə tutulur. Psixologiya budur. Şəxsi inkişaf budur. Ona görə əgər insan özünə töhfə vermək istəyirsə, birinci yaradılışına girməlidir. Mən kiməm sualına cavab verməlidir. Bu da bir Allahın lütfüdür. Yəni məndə o da bir ruhun inkişafı və Allahın lütfüdür. Gəlin Allah lütf vermək istəyəndə ruhumuzu onu tuşlatdıraq. Yəni hər ruh da bəlkə də hazır olmaya bilər. O da var. Zaten hər ruhun hazır deyil, amma mən bəzən görürəm ki, yaradan Allah lütf vermək istəyir. Ruh özünü qaçırdır. O da var. Yəni qaçırtmasınlar, rahat olsunlar. Yəni Allah artıq onlar burada bir ezamiyyət deyil. Bu ömür bir ezamiyyət ömrüdür. Hara gedirsən, hər şeyin cavabı yenə də gəlir, çıxır özünü dərkə. Mütləq. Bunu eramızdan əvvəl də dedilər, bunu Misir ehramlarından tutmuş bizə dedilər, bunu bütün böyük ustadlar dedilər, bunu bütün dinlər bizə dedilər. Amma nədənsə biz eşitmək istəmədik. Hər şey özünü dərk edəcək. Ən uzaq yoldur bəlkə də, amma ən şərəfli və ən gözəl yoldur o yol. Və mən bunu hamıya arzulayıram bu yolu keçməyi. Bir daha sizə təşəkkür edirəm. Nə qədər fərqindəlik qazandıq. Çox şükürlər olsun. Çox sağ olun. Şərhlərinizi gözləyirik sizin əziz və dəyərli izləyicilərimiz. Unutmayın ki, sizin bir şərhiniz daha bir neçə izləyicinin qarşısına çıxmağa səbəb olur bizim videomuzun. Odur ki, bizdən əsirgəməyin, videomuza bəyəni düyməsini basın və abunə deyilsinizsə kanalımıza abunə də olun. Sağ olun. Növbəti videolarımızda görüşərik.